Bismillahirrahmanirrahim. Ulu Tanrı'nın adıyla. Beyin mühendisliğinin karşı Türkçe eski kitaplar programının 291. bölümü başlayırıq. İnşallah ki mənə və tüm əlaqəsi olan Türkçəyə maraq göstərən insanlara xeyirli olsun. Biz bilirsiniz ki bu cələsələrdə insanlara dərs vermək amacımız yoxdur. Özümü, amma canlıda özümə biraz daha çox şey oluram. Ona görə canlı yayın qoyuram ki, özümü təlim verim, özümü self-educate, özümü öyrədim, özümü savadlandırım, özümü bilgiləndirim deyə bunu başlamışıq. Birincisi budur. İkincisi bu ki, əvvəl özüm bilim, şəxsim bilim ki, Türk dünyasında əlyazma kitablar var. Neçə yüz il bundan qabaq, 1000 il bundan öncəyəcən dayanan Türkcə yüzlər min kitab vardı. Ki bu keçən 290 cələsədə 550-yə yaxın, şayət də 550-dən çox kitabın adını çəkmişik. Bir bəzilərindən, yəni deyək ki 500-ündən ən azı, 500-ündən bir neçə səfələr oxumağa çalışmışıq. Təbii ki, bəzi kitabların əl yazması çox zordur. Mənim üçün savadsızam. Mən Türkçə bilmədiyim üçün çox zordur. Türkçədə təhsil almadığım çox zordur. Türkçədə əl yazıları çox görmədiyim üçün zordur. Çünki əl yazılara gərək göz adət eləyə, beyin adət eləyə onu oxumağa. Onları görmədiyim üçün indi ömrümdə çox zordur. Yazılar hər gün dəyişir. Yəni hər gün təzə bir kitab atıram. Bəzi kitabda görürsünüz ki, məsələn dünənki kitabda 2-3 dəfə xətt dəyişibdi. Bəzi kitabda 10 dəfə, 20 dəfə, 50 dəfə, bəzində 200 dəfə xətt dəyişib, yazı dəyişilibdi. Onun üçün əl yazı oxumaq özü çətin bir kitabdır. Qonular təxəssüs məsələsi var, uzmanlıq məsələsi var. Uzmanlıq sözlərini bilmək. Mən ümumi sözləri Türkçəni bilmirəm. Yəni bu ki, yaşamda gündə nə işlənir, elmi şəkildə bu nə cür yazılar, nə cür oxunar, onları bilmirəm. İndi harda qalacaq, məsələn, birdən riyaziyyatda, fəlsəfədə, məntiqdə, coğrafiyada, sağlıqda, dava dərmanda, ilac bölümlərində, mal-heyvan saxlamaqda, onların dava dərmanlarında, cərrahlıqlarda, fizikdə, şimidə, bunlarda yəni bilmək mənim çox mənə zordur. Onun üçün bəzi kitabları oxumaq çox zordur. Eyni halda ki, bu kitabları oxuyanların bir çoxu bir mərkəzdə hüquq alırlar. İşləri sadəcə kitab oxumaqdır. Onu da buradan gördünüz ki, bir neçə kitabı oxuduq, gördük qələt oxuyublar, qələt anlayıb, əslən oxumayıblar ya da elə hüquq alıb orada oturur, kitaba götürüb məsələn list yazıb. Hər halda gedək görək ki, bu günləri şansımıza hangi kitab gəlir ki, bizi bu cəhalət mühəndisliyi yaratdığı dünyadan uzaldıb bizi Türk dünyasına apara. Dünən əgər səhv eləmirsəm Sabit Əfəndinin divanını oxuduq ki, 4 bölümdən ibarət idi. Birinci bölümdə çoxlu hər kəs gəlib o tarixdə yaşırmış ya hətta qabaqcan yaşırmış, onlara tərif yazıbdı. İkinci bölümdə irfani, aşiqanə şeirlərini gördük. Üçüncü bölümdə çox rübailər, bu cür bir şeylər gördük. Daha axir bölümə də heç baxmadıq. Görək ki, nədir? Gedək görək ki, bugünkü kitabın nədir və nə yazıblar? Burada yazıblar ki, ayat-ı əhadis, sual, cavab. Bir də şərh-ül xutbə-i bəyani türki. Bu iki kitabı açıram, görək ki, bunlarda nə var? İnşallah ki, bizim üçün xeyirli olacaqdır. Birinci kitabın adı sual, cavab, ayat və əhadis. Kitabın əvvəl baxırıq 16 səhifədən ibarətdir. Hər səhifə də PDF-də ən azı, mən bunu biraz yekəssəm, oradan təşxis verə bilərəm ki, bu bəli 4 6 7 tamam. Düzdür. Hər iki PDF-in hər səhifəsində kitabdan 2 səhifəni qoyublar.
Kitaba su keçibdi. Əlan səhifələrinə bir baxırıq. Kitabın cildini göstərmir, adını göstərmir, bilmirik nə nədir. Amma beləsi baxanda görürük ki, su keçibdi. 2-3 dəfə su keçib özü də və yəni hardan bilirik? Çünki su keçən yerlər məsələn rəhləri fərqlidir. Əvvəlki su məsələn daha çox sarıdır, ikinci su məsələn biraz çox qərədir, ya biraz rəngi üstdəkindən qırmızı tərdir. Belə onu görürük burada. Yazını da bəzi yerdə yapışdırıbdı. Amma şeirə bənzəyir. Buradan bu PDF-də 3-cü səhifə, yəni 6-cı, 5-ci səhifədə Bismillahirrahmanirrahim deyə bir şey başlanıbdı. Üstündə də bir qıraq yazı yazmışlar ki, o qıraq yazıda təəssüflə oxunması daha zordur. Mətnin də rəngi cöhər gedibdi, cöhəri qatışıbdı, o da qatışıqdır. Kitabın başına ki, çox su gəlibdi, oranın rəngi çox qatışıbdı. Amma yenə əşğalar ki, su az gəlibdi ya da gəlməyibdi, salimraq qalıbdı. Kitabı gördük, Bismillahla başlayıbdı. O ikinci bölümü, birinci bölüm zahirən məsnəvi idi. İkinci bölüm Bismillahla başlayıbdı. Heç bir nəqqaşəsi, çarçivəsi zadı cızılmayıbdı. Çox sadə, amma qırmızı xəttdən istifadə eləyibdi. Bəzi kəlmələrin başında ya arasında bəzi kəlmələr yazıbdı. Ya məsələn görürəm burada 5 kimi virgül əvəzinə 5 kimi bir şey yazıbdı və bəzi yerdə görürəm virgül kimi də qoyubdu. Bunlar da görsənir. Kitabı gəldi sonuna yetişdi. Sonunda 1083 tarixi deyə bir tarix qoyub burada. Bilmirəm ki bu tarixش را جستجو کردم گفت یاتف رسیده به آخر یا پاتوف رسیده به آخر. پاتوف یا یاتوف şeydir. Mən burada axtarım, əbcəddir. Mən bunu görürüm ki, yatuf nə deməkdir? Əbcəddə yatuf. Yatuf idi, nə idi bu? Yatuf olacaq, bəlkə əgər olmasa patuf da ola bilər. Baxarıq, görürük ki, hangisidir. Tamam. Bunun əbcədini bizə versin, görürük ki, neçə verir. Yəni, burada bir tarix. Amma özü kitabda tarix qoyubdur. Kitabda 1083-cü tarix qoyubdur. Dərmahi mühərrəm-i hərami təmmət. Dərqələmruvi Ədirnə be səfhi zuhur nevişdi şud. Ədirnə şəhərindəki o zaman ehtimal verirəm, Ədirnə elə indi də Ədirnədir. Bulqaristan tərəflərinə yaxındır. Yəni İstanbuldan keçir Avropaya tərəf. Orada ən son şəhərdir özü də. Orada bir zaman ora Osmanlının İstanbul fəthi olmamışdan öncə ora Osmanlının paytaxtı olubdu. Orada yazılıbdı. Əcəba hangi zaman yazılıbdı? Bu tarix hangi zamanadır? Baxaq görək ki, bu yazdı nədir? Deyir ki, 491 gəlir. Bu olmayacaqdır. Bəs onda bunu biraz da dəyişdirək. Deyək ki, nə mənə tarixش را جستجو کردم گفت با تو رسیده به آخر گفت görürüm beləsi yazsaq nə çıxır? Buradan. گفت با تو پاتوف یا یاتوف رسیده آخر. رسیده آخر. Görək ki, burada nə çıxır beləsi olanda necə olur? Onu bir görək. Əgər tapsa nədən isə bu günləri
Gene internet zəifdir. 2071 olur, bu da değil. Bunun cəmi olur 2071, o da değil. 1083 burada. Tamam. Evet, gedək kitabın əvvəlinə baxaq, görək ki, bu qıssa kitabda Qələmiyyə در بحر مثنوی مزیل به منقبت رونق‌افزای صدارت عظما احمد پاشا یسر الله ماشاءالله. Zahirən burada bir dənə qələmiyyə, yəni qələmliyibdir. Demir ki, yazmışam, deyir, yəni özünə şəğa gətirir. Qələmləmişəm در بحر مثنوی مزیل به منقبت تعریف. منقبت تعریفdir. رونق‌افزای صدارت عظما احمد پاشا. İndi bu Sedarət Uzma Əhməd Paşa yazsaq görək bir şey gətirər. Sedarət Uzma Əhməd Paşa. Görək ki, bu haqqında bir şey gətirə bilir ya yox. Ədirnədədir. Ədirnədə və Əhməd Paşa, bu ikisi Sultan Məhəmməd Fatihdən öncəyə dəlalət edir. Yaxşı, bunu başa şey eləmədi. Çünki əvvəldə onu soruşmuşuq. Deyir, bəlkə yenə də soruşuq. Deyək ki, kimdir və tarixləri hicri ilə yaz. Yazın türkcə, ərəb, türk əlifbası ilə olsun. Tamam, görək ki, bu adamın bu sualda Sedarət Uzma Əhməd Paşa təbiri birdən çox şəxs üçün kullanılıb. Lakin tarixdə bu ləqəblə ən məşhur və məqsud adilən şəxs, burasını latin yazıb, şəxsi latin yazıbdır. Adətən Köprülü Fazil Əhməd Paşadır. Onu əsas alıb yazıram. Sonra da qıssaca digər Əhməd Paşalara işarə edəcəyəm. Köprülü Fazil Əhməd Paşa. Köprülü Fazil Əhməd Paşa. Köprülü Fazil Əhməd Paşa Dövlət-i Aliyyə Osmaniyyənin sədrəzəmlərindən olub, Köprülü Məhəmməd Paşanın oğludur. Doğumu 1045-də doğulub. Bu olacaqdır. Çünki bu da 1000 dedi, neçədə yazılıb kitab? 1070 neçədə, 70 hər neçə idi. 65 ilə 1087 arasında olubdur. Kitabın tarixinə düz gəlir. Yəni burada bu kitabın 1083'də yazılsa, bundan düz gəlir. Yəni doğru yazılıbdır. Vəfatı 1087'də. Fazil Əhməd Paşa babasının vəfatından sonra sədrəzəm olmuş. Uzun müddət dövlət işlərini idarə etmişdir. Elm, fiqh və tədbir sahibi olduğu üçün Fazil ləqəbi ilə anılmışdır. Qəndiyə Girit fəthidə onun dövründə tamamlanmışdır. Bu nə mənədir demək bilmirəm. Hər halda o birisilər də vardır. Gözəlcə Əhməd Paşa, Damlad Əhməd Paşa sədrəzəm olub, vəfatı 1143-dədir. Bu deyil. Tamam. Kitab yazıldığı tarixi tapdıq. Kitab 2 bölümdən də adını hələ bilmirik nədir. Kitabın yazılma tarixi 1083.
83 hicri qəməri. Çağ kimin çağıdır? Dedi ki, Sədr-Əzəm Əhməd Paşa Köprülü. Sədr-Əzəm Əhməd Köprülü Əhməd Paşa. Köprülü Əhməd Paşa. Tamam. Bunun da ölüm doğum tarixi 1045-də doğulub və 1087-də də vəfat edibdir. Buracan kitabın tarixini bildik ki, neçə il bundan qabaq yazılıb, onu da çıxadaq. İndi isə 1447-ci ildir, yox, bundan çıxsaq 1083, 1083-ü çıxsaq, 364 il bundan öncə kitab 364 il öncə yazılmış. Tamam. Bu birinci bölümü əlbəttə, ikinci bölümü budur. İndi gedək görək ki, birinci bölümü odur, ikinci bölümdə də tarix qoyubdur. Burada bir şey yazıbdır, təəssüflə ey xamə dürnişar məni mani surət nigar məni. Şeiri tərsə yazdığı üçün mən də məcburam ki, tərsi oxuyayım. Görək ki, oxuya biluq. Ey xami dürnisar məni mani suvəri nigar məni. Yoxdur bu hünərdə ki həmnün sanə həmnün xəclətzədə kimsə olsa nölə ərjənc. Ehtimalən bu davamısı beləsi olacaqdır. Yəni, tərsə yazılacaqdır. Yoxdur bu hünərdə sanə həmrənc. Sanki ərjənc olacaq. Yox, düzdür. Sanki nölə ey məsih göftar. Yox, tamam. Beləsi ilə davam eləyəcəkdir. Ey xamə dürnisar məni mani süvəri nicar məni. Yoxdur bu hünərdə sanki həmünün xəclətzədə kimsə olsa nölə ərjənc. Etmişsəni fatirüs səmavat sultanı qələmrü kəmalat icad edildi cəhanı bari aləmlərə hökmün etdi Allah cari. Etdi cari. Aləmlərə hökmün etdi cari feyzi dəmi suri yün məhaba eylər nəğmi səririk icra hərirun ehtimalə hərirun feyzi dəmi suri yün məhaba biməhaba feyzi dəmi suri biməhaba eylər nəğmi sərirun icra giryan səbəbi sərur şadi. Giryan olacaqdır ehtimalən, bilmirəm. Nalən fərəhu nişat badi. Bir lütfün ilə misal-i İsa bin mürdədili edir sən ehya. San nölə ey məsih göftar. Sanə nölə ey məsih göftar. Ey feyz nisar-ı mücüzasar. Dedilərsə əgər dəqiq subhan ya Səncan, Sincan da ola bilər, Səncan
dedilerse eğer dakika sincan faare erbab hazır mizan, Hazreti Mizan olacak ihtimalen. Faare erbabi Hazreti Mizan. Tamam. Bu beləsi bir şeirdir. Bu adamın tərifində. Kitabda gərək kəşf tutaq oxuyaq. Mən boynumu buradan əyirəm. Kitabda oradan əyridir. Bu təəssüflə şey eləmir. Yəni davam eləmək olmur. Dərgah-ı Xudaya iltica et. Şimdi necir dövlətə dua et. Şimdin gir və dövlətə nə deməkdir? Şemdinir ro dövlətə dua et. Olsun o had bu kamkarın mahfuz məsun gulbari, olsun o hadiq çamçاری محفوظ و مسون غل بازباری دولت له حد معمر olsun devlet hadden müemmer olsun mensur kılsın müzeffer olsun همواره ola cenab-ı mensur bədxahləri zəlil و məkhur. Burada qutarıbdır hər halda, beləsi naqis qalan kimi görünür. Hər halda kitabı bir döyürüvraq, gələk görək ki, bu ikinci bölüm nədir? Əgər oxuya bilsək, bunu çox cəlib olar. Su geçiddir, bura kamil oxumur, oldu bu nəzm-i mənsur, fəsl yanində nəsr-i mənsur oldu, nəzm ilə və misaz. Tamam. Hər nədir bura üstə yazılıb oxunmur, görək əşğanı oxuya bilirik. Əyri də yazılıbdır, su da geçib, çox qirəhlər qatışıbdır. Bismillahirrahmanirrahim. Rəngin guli çəmənistani həmd و سپاس و برین نوباوی بوستان سنایی بیمیگیاس الپادشاهی رفیع البارجاه و عوامی هنرده هزار و سلطان بلند آستان قلمرو لمن الملک اليوم لله الواحد القهار Celal ma nəminədə oxuya bilmədim. Səzavar varlıq səzavar və əliq dahiridir ki, əliqi da cərid ehtimalən olacaqdır. Ya ki məclisi xoş tərhi cəhani دستی سنئی حکمت ساختی داراستی حکمت ساخته و آراستی و نه مینای زیبانمای آسمانی یدی معیدی قدری بی پرداخته و پیراسته گلوب روزان و شبان زرینی ساغر آفتاب رخشانی و نشیمن جاه چاسی و سیمین چاسی ماه تابانی و دایره گردان ایلدی. سیمین چاسی ماه تابانی dair ve gerdan eyledi. Burada 3 tane əlamət qoyubdur. Virgül, bir dana zərbidər kimi bir şey, üstündə də bir dana mədd qoyubdur. Bi tərtibi benəhad bəzm aləm ki nə یک موی باید بیش و نه کم و متربا گلبرگ سلام و
صلات و رعنای غنچه درودی تحیات ال سرمجلس خاص الخاص گربیت سرمجلس خاص الخاص گربیت و محرم بالانشین حریم احدیت المغنه اولدر. البته burada olmaq değil. Limenese oldur ol sermeclisi peygamber ançim cümlesi mucizati camenin bir cür'esine beste lab zati mekremet sıfatlerine şayiste ve ensب ve اولاdır ki her zerre cerdan bir ve cehalet olan cumrahانی که دلتنجی حرارت و زلالتden سینه بی سکینeleri سکینه yani aram بی سکینeleri yani aramsız. İndi səkinənin türkçəsi nə olar? Aramın yani Türkçesi. Bir yavaş, bir de sencin. Sencinmek. Porsuz, sineleri porsuz ve tabnaç ve lebi pertabi devletleri çak dilleri olacak ihtimalen. Dilleri çak iken cam sehbayı nuşur zayi şehadeti ki la ilahe illallah'dır desti از و ساغر پرفیض و بیکدر تصدیق رسالتی که محمد رسول الله در نوش ادرب منشرح صدر دین مبین و رتب lisan iman با امان eylədi. Tamam, bu görək ki, biraz gedək qabaqlıq görək ki, nə deyir? Tamam. Beyni çeşme sازهایی هویت که رشه آن از چشمه دومیم محمدin 2 dənə mimi var. Onlara deyir çeşmə. از چشمه دومیم محمد بود روان صلی الله تعالی علیه و آله و اصحابه اجمعین. بعد از این bu سرگشته دست نامرادی و آواره بریه خاشادی bir شبانگاه مطالعه فرمای صحیفه حال پریشان معال و نظر اندازی نقشی سرلوحی بخت بد فعال oldum. Bu عالی بارجاهی هر هفت کردهی بیتاب و ستوندهی و bu sahi fesihül mesahi sahiri گیرجونده benim için ne bir güşeyi آسایش و استراحت و نه bir جای آرامش و راحت buldum. پس آنگاه تکاور چاپگر و اندیشه صحرایی بی پایان تفکرده نقدر ارخای اینان زولان ettim. Arxayın yani hemen rahat da var. Arxayın yani fikri xiyalı asudə. Arxayın, asudə. Mən arxayınam yani rahatam, asudiyəm. Nigerançılığım yoxdur. Arxayın olmaq farsçada yoxdur. Arxayınam yani bir fikri xiyalım yoxdur, bir müşkülüm yoxdur, narahat deyiləm. Fikirləşmirəm. Nigeran deyiləm. Yəni məsələn elə bir şey bilmirəm bunu nə cür deyim.
Çox gözəl sözdür əslində bu arxain sözü, amma nə qədər arxai inani جولان ettim beni بیکس و دست مگش و ستمکش بنی بیکس و ستمکشی روزگاری و پایی در گلی حیرت و اضطراری مزیگی چاه گعری نایابی غمدن خلاصه نبیرم بیرمر یا نبیرم و عالی همت و گرداب یم استراب و علمدن استخلاصه نبیر صاحبی دولت ملاحظه قıldım لاجرم سر شوری sər şurideyi bibəxt o indi burada su tökülübdür. Bunları necə oxuyacağam Allah bilir. Dövlətim furu bürdə gəribani heyrət və dili aşufdeyi bitabi taqətim müstəğriq dərgah əndişə və fikri nəmənə edib fikrət və fikrət edib əya dərdi dil بیمار و خسته‌ای نه مقوله طبیب حاذق نبض شناس و دو انبازی غرض و عرض و اعلام و زخم ناسوری کشته و وجودی شکستمی نجونه مرهمزن مروت و جانرسی دلنوازی اظهار و این افهام etsem dinlemek esasında bu nesne da burası gedib kamilən də oxuya bilmirəm. Bu nesneyi فراغ او دلکش او okuş زود و سامعی نه belə olacaqdı pira mələikə bəlkə belə oxuna bilmirəm. Burada bir 9 yazıbdı, üstündə də bir xətt qoyubdu. Nə mənədir, yenə də bunu bilmədim. Nə dur rəsən fəsih bi həddə غرق olub بحر استراب و غمه سور جبین نیازی در köhnə niyazidir köhnə halın ərz et o sədlər möhtərəmə bu nə mənədir oxunmur necə sədri möhtərəm o sədri möhtərəm pəs beləsi oldu o sədri möhtərəmə necə sədri möhtərəm برگزیده نوع بنی آدم انگشتنمای جمله عالم آصفی برمکی جزم یا کرم صاحبی الیف و القلم وزیران جهانون شأن و شوکت در سرافرازی مشیران زمانون نه oxunar hüsn tədbir ilə məşhuri şəhi cəmcahi dövranun güzideyi sədr divani şəhənşah cəhangirün sipəhsalar mənsuri necə sipəhsarlar mənsur bir tərəf فتنه و شر و شور برطرف ز فتنه و شر و شور مدبر امور جمهور دریای فضل و کان دانش نظام الملک آفرینش وزیری مشرق و مغرب مشیر عدل قرین که با درایت عالیش تا ابد منصور نه در حدیقه فکرش ورزیده باد غلط نه در حدیقه فکرش
وزیده باد غلط، نه در صحیفه عزمش نشسته گرد فتور. مالک رای زرین و حسن tedbir. Yani Vezir ibn Vezir. İndi burada bir tane ulduzdu, 9'du ne de ondan koyuptu. Destur-i mükerrem ve müfəxxəm Ahmed Paşa Vezir-i Əzəm. Tamam. Adını dediler haman Ahmed Paşa ki yazdıq, əvvəldə çıxartdıq tarixin. O Ahmed Paşanın zamanında onun əmri ilə bunu yazmağa başlayıbdı. Zehi Destur-i Əzəm kəz təlatümi باز می دارد. شکوه ذاتی او تحریر آشوب به احتمالاً او تحریری آشوب امکان را سلیمان را اگر در مسند آصف ندیدستی نظر کن در وزارت شوکت نواب سلطان را زیرایش اقتباس نور کردی ادا کردی مه نو وام چندین ساله خورشید تابان را چون لفظ کوته از بسیاری معنی است خجلت ها نظر oldu birden geçti Farsiye bu. خجلت ها نظر به عرض علم او سیاه سپهر نین میدان را سپهر نیک میدان را در آن محفل که آن دریای دانش موجزن گردد شود انگشتی حیرت موج بر لبی بحر عمان را تجاوز قدر المدحو خط کأنه به احسن ما شیء علیه یعاب اطال الله تعالی عمره و دولته الى یوم التناد بالنبی و آله الامجاد همیشه تا چیف گزا و گدر سخن جوید زمین و دولت و اقبال باد بی اهمال گزا معاون دو بالعشی و الاشراق بالعشی و الاشراق قدری موافق او بالعدو و الآثار تا چه سن پایمال و خاچروی حسیری دستگیر olup bu آدمی bu دامی غم و علم bu dami غم و علمدن آزاد بلکه bir نیم نجاه lütfe şayan görüp payeye sayeye همسایه‌نün beraber tag sab'i sidad edel eylediler. Ben dilficar heyret ve efkari نوجهل جبهه سایی در جاه آسمان مرار و نه yüzden intisab نو آب کامیاب صدر چامکار edip مظهری مرحمت و عطوفت مسندن رأی صدر سعادت و tamam sözü de cürək nə mənə deyir bu adam. Yenə gəldik səfərlərin başına, bura şey olacaqdı. Oxumayacağam çünki çox zor aparır orası. Görək hardan oxuya biləcəyik, oradan başlayaq. مقام əcəmdə nəğmə سرای ایجاد و نواپیرای افساد olduğu مناظری کلو مل انام اثری به اصولی منشیانه شکسته بسته birle ترکیانه و زبان رومیانه ده و زمان رومیانه ده
ترانه اولونو پیشنهادی اصنفی تمخانه نده بلد خامی و عرضه‌ای داشت صدر کامبین و کامیاب قلنه علیه نمنه. هر کس به قدر همت خود کار می کند متوقع درچی پرتوی نیری کرم بیدریغ بویروب بو ذری ناچیز و کمتر رشتی افجن خورشید خاور بیوریلا این الله لا یضیع اجر المحسنین. صفتی بهار. bir وقت نزهت فضا و بهجت پیرا و یعنی موسم بهار دلگشاده چی رونق عهد شباب است و ذکر بستان را میرسد مژده گل لیل خوش الهان را بلبلی خوش الهان را ایزدی نور و اردی نور و زینه geldi cülüstane sabah verdi peygam gülü bülbül nalane sabah. Tamam. Buradan bir daha. İrdi nuru endi Novruzine geldi cülüstane sabah verdi peygam gülü bülbül nalane sabah nesimi خوش شمیمی sabah چه پیچی پیغامسın مقدم شاهی نوریزیدر müjde-i teşrifi خسروی گلم و نوبهاری قلمروی نوبهاری ile teravat fazای gülzar olub. Tamam, istirdim görüm burada biləxərə qəziyyə nədir? Ora getmədi, görək ki İstir onu yazsın, amma hələ feylən ki onu yazmırdı. و متربان نغمه سرایان گلستان هنری بلبلان هزار دستان بوستان شاخساری نهالی گل و ارغوان و عضد پرشکوفه‌ای. حالا bu عضدن değil عضولون پرشکوفه گوناگون درختانده her biri bir məqamidən zəmzəmi saz və dəmdəmə pərdaz olub. Kim bu nəğəmat xoş ahəng ilə gəzər vaxtı gül است نوش کن باده چون گلابرا چون گلاب را بلبل نغمه ساز کن بلبله شراب را و کمی پاکیزه لحظه تحمل جداز ile bu ترنمات طرب افزایه سرآغاز etmekle ki küllü sağarin gül sağarin pur etdi çilki pür xuruşi olun. پس erişti vakti طرب آباده نوش اوله آباده باده نوش اولون و چیم bu نغمه نشاط آمیز و انبساط انگیز ile ki دمید گرد لب جوی خط نگاری بیاور قدح افکن شراب جلناری ترانه سنج ولوله ساز olub تشویقی با یاران صهباکشان و ترغیب رندان میگساران ایلرler و معتکفان جوامع عبادت یا عبارت da olabilir و بیغوله گزینان صوامع ریاضت پیران چلکشان خلوت و اربعین و
و مریدان توحید سبحان و حجر نشین بر بیر مصداق کریمه فانظروا الی آثار رحمت الله کیف یحیی الارض من بعد موتها، برای تماشای صنعی لایزالی و مشاهده. burada oxunmur kamilen, əsla oxunmur. Yəni bəyyina ayat olacaqdır. Ayat bəyyinat zülcəlali kerruha güruh seyr səhra و çəmənzarə və cəscu دشت کوهساره çıkıp برگی درختان سبز در نظر هوشیار، هر ورقی دفتری است معرفت کردگار. بو ساحره غامره غبرادن، هر ذره و آشکارا olan اشجار. Tamam, devam edir hələ feylən gedibdi o Sədinin gülüstanı kimi, bustanı kimi. Sədinin bustanı şeyində, vəznində o müxtəlif fars şeirlərə də işarə eləyərək tavzih verir bir şeyi, amma nə deyəcəkdi onu tapa bilmədim ki, nə oldu? Bu kitabda çox da kiçik olduğu üçün nə mənə istir yaza. Hər halda fikirəm bu kitabdan elə bu qədər yetişər. Yəni 16 səhifədən buracan təqribən 2 səhifəyəcən oxuduq. Biraz xətt zordur. Bir neçə kəlməni oxuya bilmədim. Bəzisində qələt oxudum. Hətmən, amma burada bir şeylər görürəm. از رنگی سبز شیشه چو خورشید روشن است، کابینه خرد شود از باده های ژنگیاب، از باده ژنگیاب و کندونه آفتاب جهانتابی دیو نام نهاد. کندونه آفتاب جهانتاب دیو نام نهاد olmuştur. اما خورشید عقلی که ضیابخش و پرتورسانی اقلیم بدن انسانیdir، همواره تیره ابر بخاری جدن تاریک و tazaylərsən belə bir şey. در مغربی زوال رود آفتاب عقل چون سر کشد ز مشرق مینای می شراب و کندوگی کرم و سخا و بخشش و عطایه منصوب tutarsan eylərsən də o da üstəki tar eylərsən, tarik و tar eylərsən o da همواره تیره ابر بخار جدن تاریک و تار ایلرسن در مغربی زوال رود آفتاب عقل چون سر کشد ز مشرق مینای می شراب و کندونی کرم و سخا و بخشش و عطایه منصوب tutarsan. اما هزاران صاحب سرمایه و خانمانی و بی پایان مالکی سروی سامانی درویش و تنگ دست و مفلس و خراب نشست eylersen و بی معنی دعوی اکسیر و کیمیا eylersen توجیه نجاح eylemezsen ki زر ممسک و مکرر خلیفتی. احتمالا bura ərəbi olacaqdı, mən bunu oxuya bilmədim. Zər mumsik və mükərrər xəlifəti benim daməni bigərd و kudurətimdədir. Bəl dəvi eylədiklə
هر ممسک و بخیلی زبان مرد، یعنی علم کرم و بخشش، تعلیم و روشنداد و tamam. Devam edir. Beləsi kitab hər halda kiçik bir kitabdır. Axirindən də biraz oxuyaq. Bir yarım səhifə görək ki, nə deyir və nə olur. Orada qurtaraq geçsin. Bunu gedək o birisi kitaba. سر فرو برده گریبان پشیمانی و اندیشه ملده سرگشته جیب شیشه ادب، برای طلب استحلال فتاده پای یکدیگر و مناظر دمی و رهیدن فارغ البال اولدüler. پس مرد پاکبین و حق جزین لازم ki bu کلمات پرتکانه نجهساز مطالعه و دقت نکته‌ساز نکته de deyirlər bir də نکهساز مطالعه و دقت و نظر انداز چشم بصیرت olub و یضرب الله الامثال للناس fəhvayı şərif və mənayı latifindən təşxis və təmyiz edələr ki, heç bir rəmz و bir çiz naçiz bی hikmət və bی معنا دگلدür. مرد باید که بو تواند برد، ورنه عالم پر از نسیم ضیاست که چندین پرده ها احتمالاً از بحر سازی است. خدا را در دل هر بنده رازی است. از آن روید گل و خار اندرین باغ، که هم طاووس در کار است هم زاغ. اگر نیک و بدی بینی مزندم، که هم iblis می باید هم آدم. Qurtardı. Burada tarixi də qoydu, qurtardı. Kitab farsi, türkü bir şeydir. Çox da baş tapmadım nə üçündür. Yəni bu cüz o kitablardır ki, məsələn baş tapması biraz uzun zaman alır. Yəni gəl kitabı əvvəldən axıra oxuyasan, sonra görəsən xülasə eləyəsən, görəsən bu adam istəyir nə deyə. Bu birinci kitab. Baxdıq dedik ki 364 il öncə bu kitab yazılmışdı və 32 səhifədə yazılıbdır. Yazıları bu qədərdir, amma cildi zadı vardı, onlar da burada görünmür. Gedək Şərh-i Bəyan kitabına görək bu Şərh-i Bəyan nədir? Yazıblar ki, bunun kitabı 62 səhifədir. Şərh-i Xutbə-i Əl-Bəyan türkü. PDF-in birinci səhifəsi bir dənə səfənin cildi qoyubdur. Cild kartondur ya müqəvvadır, nə cür desək, aşağısında möhr görürük, Süleymaniyyə kitabxanasının möhrünü görürük. İkinci səhifədən hər səhifəyə, PDF-in hər səhifəsinə kitabın 2 səhifəsini qoyubdur. Səhifə əslində boşdur, 6621, bəlkə ya da 51 nömrə görünür bunun üstündə. O birisi səhifədə boşdur, o birisi səhifədə təqribən boşdur, 2201, 6921 və bir də bir möhr görsənir ki, Türk Cumhuriyyətin adam oxuya bilir, qalanını oxuyamır. Ondan sonra geçir kitabın özünə, Kitab-ı Xutbə-i Bəyan. Kitabın adı elə bu olacaq. Yəni, biraz bunu yekəldim, bu səhifəyə yerləşsin. Aşağıda kitab buradan başlanır yazılmağa. Möhür yerlərini də görürük. Bir dənə möhür burada Süleymaniyyə möhrü var. Bir dənə də burada bir ayrı möhürdür. Əsla oxunmur. Kitab-ı Xutbə-i Əl-Bəyan. Belə bir şey deyə yazıb Bismillahirrahmanirrahim başlayıbdır. Çox sadə nəzərə gələn midadla yazılıbdır. Yəni, keçən 350 ildə yazılan bir kitab olacaq bu. Mənim nəzərimə midad gəlir. Ola bilər ki, bir növ qələm ilə də yazılmış olsun, amma mənə belə gəlir ki, midaddır. Baxıram, hələ baxacağam ona, təbiətən bilirsiniz, qələmin ucu biraz fərqli olur, hərəkətləri beləsi, məsələn Həsən Heyn, o hey axəri istəyək yaza, orada bunun
qələmin hərəkəti fərqli olur. Baxaq görək onlarda da şeydir, yoxsa midaddır. Mənə belə gəlir ki, feilən buracan gördüklərimdən midaddır, amma axirəcən bunun üstündə şəkk eləməyə davam eləyəcək. Çarçivəsi zadı yox, heç nəqqaşəsi, təzyibi zadı yox, sadəcə başlayıbdır yazmağa və hətta səhifələrdə yazıldığı sətrlər də fərqlidir. Yəni bir sətirdə çox yazıb, bir sətirdə az yazıb, birində yekə yazıb, birində kiçik yazıbdır. Bu da burada görsənir. Midaddır. Nəzərə gəlir ki, midaddır. Məsələn, bəzi yerdə, bəzi kəlmənin üstündə neçə dəfə yazıbdır, onu biraz qalin eləyibdir. Bəzisində çox riz yazıbdır. Bəllidir, məsələn, kitabın bəlkə midadın ucu sınıb, tazaşdan qətləyib, neyibdir. Amma bəzi kəlmələri burada görürük ki, qırmızı xətt ilə yazıbdır. Bunu görürük. Aynı vəziyyətə davam edir və mən bunu, bu əslində 120 səhifəlik bir kitabdır, ya 123-24 səhifəlik bir kitabla qarşı-qarşıyayıq. Burada 10-cu səhifə, 12 PDF-də 12-ci səhifədə və kitabda 16-cı səhifə olur əslində kitabda. Çünki 9 olanda 9-9-18 cüt-cüt qoyubduğunu 18-ci səhifədir əslində indi. Burada bir səhifə yarımçılıqdır. Yəni adam mətləbi yarımçılıq qoyub, keçib o bir səhifədə idamə veribdir. Yəni davam eləyibdir, yazıbdır, amma buradakı yazacağıdır yarımçılıq qoyub qalıbdır. Sonra da heç yazmayıbdır. Ehtimalən bu kitab buradan vətəndən çıxıbdır. Burada da biraz şeirizat görürük, yazıbdır. Yenə də davam edirik buna. Yenə də burada bir möhr vurulubdur. Vəqf edin, vaqif görürəm, amma oxuya bilmirəm nədir. Dediyim kimi qırmızı ilə, qərə ilə və midad ilə yazıb. Mənə belə gəlir ki, midaddır, qələm deyil əsla. Və midadı da bir dəfə burada kitabların birini oxuyanda demiş ki, midad hangi tarixdə gəlib Osmanlıya yetişibdir, Osmanlıda istifadə olunubdur. 250-300 il bundan qabaqda midad gəlibdir, onun üzü ilə bunun tarixin. Burada da nədən isə bilmirəm, tazaşdan kitabın ortasında bir Bismillah var burada. Nami qədimi Bismillahirrahmanirrahim içində vardır. Bismillahirrahmanirrahim nə var isə. Zahirən dedikdə bu şeydir. Bir dənə xutbənin kimləndir? Əlbəttə burada da bir dənə möhür yenə. Aynı möhür neçə dəfə vurulub bu kitaba. Və kitabın gəldik 62-ci səhifəsində bir dənə möhürdən 2 dəfə vurulubdur. Yox, fərqlidirlər. 3 dənə möhür vurulub burada. Biri Türk Cumhuriyyətindir, biri üstə Vaqifindir, biri də aşağıda Əfəndi, Hac Əhməd Əfəndi deyə bir adam da möhrü bunu vurubdur. O da əlbəttə çox yazısı var, mövqufəsidir. Tamam, kitab bu qədər. Qeydirik indi əvvəldən, ən başdan başlayaq bu kitabdan biraz oxuyaq. Dediyim kimi bu kitabın o şey ki bundan yazıblar kitabı, ona diqqət edin də midad. Midaddır, midadı da əgər tarixinə baxsaq, çıxadarıq məsələn 250 ilin içində yazılmış bir kitaba bənzər. Amma görək ki, bunda əvvəldən bir 3-4 səhifə oxuyaq, axirdən də bir 2-3 səhifə oxuyaq, görək ki, bu kitab hangi tarixdə yazılmış olubdur. Bismillahirrahmanirrahim. Elhamdülillahil məlikil mütəal ən idrakil uqul Behucbil irfanil vacibil vücud. Ehtimalən bu behucb deyil. Mən bunu behucb oxudum amma. Min hücb ola bilər. Elhamdülillahil məlikil mütəal ən idrakil uqul behucbil irfanil vacibil vücud bila təklifə və işgal ey la cevherə və la ərəzə beheysul cismani el-ahad ya da beheysul cisman olacaq el-ahad as-samad el-ahadus samad
بلا زائی و نوالی بل هو رزاق العباد من الرجس والجن الجن والجن على المرتضى علی المرتضى. Bu nə deməkdir? والجن علی المرتضى کرم الله وجهه و سائر الحیوان اليقوم الحر القیوم على حالی بلا احوالی یا دامت السماوات والارض یا ادوانی و الا ثابت مثبت بالسبون یا بالسبون olacaqdır. بالشبون والبيان və بالشبون dəndanəsi yoxdur, 3 dənə nöqtəsi vardı, təşdidi də var. والبيان القائم في سلطنة بلا اعتدال أنه سلطان السلاطين في الستر والأعيان الأول الأوائل قبل الأنال بوجود الموجودية كان ومكان الأكوان الأفراد والأوافر المؤيد بلا زوال لم يعارض الخذلان والنقصان سبحانه وتعالى عظيم الشأن اما يقول بالمؤمن جميع اوصاف اللسان مهمل الأثنايا ذو الجلال والرحمن في إظهار قدرته بغير الآمال والتعيان الصلاة والسلام على محمد الهدى بلا دلال لا هدى الشرك والسلام الطغيان وعلى آله العظيم وأصحابه الطارم الأحبار الرجال المجاهدين المستشهدين یا مجتهدين فرد ابن اسلام بدائر الشرائط والأركان وعلى أبي بكر الصديق الصادق في حجار فارق olacaqdır. Fil المفاروق على الإيهان ya da iman olacaqdır. İman və əla Ömər el-Faruq zil-ədli vəl-fəal və kəsrai əsnam və əksrai əl-əsnam vəl-cami-il Qur'an və əla Osman. Tamam, beləsi davam edir bu ərəbilərindən geçək. Görək ki, əcəba bir yerə gələ bilər. Burada deyir ki, əni hər kəsdir. Ərəbcədir buradan gördüyüm. Sümmə bədihul ehbarul qisəsul butlan əlləzi cahidu fi meydan İslam və onil müstəan litəkunu bihazıhi فرد زائد سبحان خصوصا كل ما ليس بني عدنان أعني خطبة البيان على عمران رضي الله عنه ألف الرحمة والرضوان وعلى جميع أتباعه وشفاعته شفاعة القرآن إلى آخر الزمان آمین به محمد سید الشغلان اللهم لك الحمد فلان devam edir hələ fiilən والجلال والإكرام افتح لي أبواب الكلام بمفاتيح اللهم في بداية الكتابة
و ینر فیها و ینیر فیها الاتمام یا tamam bunlarda da getdi. سر آغاز کتاب خطبت البیان اولین و آخرین حمد بی صد و hələ buradan gələndən sonra yenə həmd و sipasından başlayır. Behəmdülillah ləm yəlid və ləm yulad malikil mülk la şərikə lehu vahidun la ilahe illah və bə'duh. Həmd و səna yenə də və səna salatu selam ədədi zərri və سوامی هوامی باد بری مصطفی باد بر مصطفی محمد و بر آل و اصحاب اشر اشیرتش. Amma بعد cəndə bu üçüncü bədidir. Ey talib təhqiq təriq, əgər bilmək dilərsən ki, təhqiq kimdir? Ol şah olya və ol vəsiyi Mustafa və ol vəliyi mucabba ol سروری اصفیا ol مخصوصی محسوسی هل عطا ol مسند علما و ol مسند صلحا و ol مفخر فقرا و ol اشرف شرفا چی آنون فضیلتی بیانی üçün طلبdur innema طلبdur gəlibdir ehtimalən innema və ayeti qul kəfa yəni İmam Ali Mürteza Raziyallahu anhu kerremallah əgər lütf künud və nəz fəzlindən əyan bəyan edib xəbər vermişdi. Onun kəmali mahiyyətindən kimin biləydi, kim nə biləydi İmam Ali əl-Haqq Həzrəti Muhammed sallallahu aleyhi və səlləm eylədi kim? İmam Ali nə kişidir? Hazreti Muhammed aleyhisselam mədd nəsrə məhluqa içində sərvər idi, nə bəhr idi, nə göqlü əcəb kim sürünün hər biri bir gövhər idi, sözünün hər biri olacaqdı bir gövhər idi. Şöylə kim kəndinin fəzilətindən bəyan qılıb xutbət əl-bəyanın əvvəlində gün kimi roşən və əyan edib buyurmuşdur. İnnəl-ləzi ində məfatihul qeybi la ya'ləmuha bə'də Muhammedin qeyri və innəhu bekulli şeyin əlim. Bə'də kələmatin bu kələmatın səbəb verdi. Səbəb vurudi Həzrətdən nəqlidir Salman Farsidən və həmin Əbu Zər Qəffaridən və Abdullah ibn Abbasdən və Abdullah ibn Abbasdən Rizvanullah Teala aleyhim əcməin böyle rivayət eylədilər kim? İmam Ali xilafətində edib iştihadında qələt qoyub Ba'dəl Osman Raziyallahu anhu xilafət bana yetişir deyib bir qəza indi burada deyib sərdi ya birdir qəza Ali Raziyallahu anhu həzrətlərinə Adəm göndərdi ki bana mürtəza olacaqdı deyib Mürtəza Ali Raziyallahu anhə həzrətlərinə Adəm göndərdiyinə bana beyət eyləsin zira Həzrəti Osman'dan sonra xəlifə bənəm və sən daxi bilirsən bəs nə üçün itaət qılməzsən dedi. Şah-ı Mərdan böyle dediğinden Muaviye'nin hücceti bu idi ki icma-i ümmət və əhl-i sünnət alimləri edərlər kim zaman Resulüdə sallallahu aleyhi və səlləm Mürtəza Ali Muaviye'yə dedi ki Hazret Resulündən bir nesne soramazam
Məgər sən əsnai kəlamıda sudəsən. Gördüğümüz nə cavab verirlerdi. Muaviye Mürteza Ali'ye dedi ki inşallah biz ne için sen ne için soralım dedi. Mürteza Ali radıyallahu anhü hazretleri buyurdu ki Resul hazretine destege ya Resulullah sen siz şen fenaden baga sarayine nakl ettikdə bu ashab ve ümmet arasında halqa kim ola sirdir. Tamam, biraz yazısında şey var ama okumaq olur. Bəllidir ki bu getdi Qət'ilər və əimmi məsumindən dəlil qoydular və hüccət və burhanilər ilə müstərəh bir kitab etdilər. İnsan oldu və 4 zid beraberdə barışdı. 4 zid bir arada barışdı ta ki biri utanmayınca زبان etmez ama akhbarda ve esrarda buyurmuştur. Kullu mahbubun matlubun ve kullu matlubun maksudun ma'budun ve kullu ma'budun ileyhi. Tamam, bu da gelir ora. Burada bir şiir yazıb, şiirlərə bir baxaq. Amma bu xutbətül bəyan kim cəmi kəlami cami və burhan qatidir ki, hər bir kəlməsi neçə mövzu cəhaldən ya naqis qalıb. Burada da görsənmir adam cümləni dalısı ilə qəlam eləyə bilsin. Dedim burada naqis qalıbdır. Gedək şöyle nəzm. Təmənnai duadır nəzm. Ya əya məcmu əxbarul ənasi duayır xeyli minküm iltimasi nətəkim ərbab fəzilət rəcasi kərəmün nasidən xeyri duası necə fil cümlə dəvanız cəzası xəbarul həsin eyləsin iltimasi ehtimalən salatinləri duacilər gedası gədalərin duadəndir gənasi kimin dava etə tərrulə iltimas kim ki davata ürlə iltimas irişə ərşidən anun sənasi duanın hər kim oldu binəvasi həqiqət bil ki lənətdir səzası ehtimalən ya lüğətdir səzası şeir can kim dua oldu əsası tamam. Gedək kitabın sonuna baxaq bu da. Vəsətdən bir kitabın dedik 30-cu səhifəsindən biraz oxuyaq, görək ki mövzu dəyişdi ya yox. Buradan 28-dən keçib 29-40. Yəni kitabın buradan diqqət eləsəz, mən bunu indi gördüm. Kitabın buradan səhifələrinə baxıram, şumarələrinə. Burada əcəb şeyi vardı. Şumarələrinə baxıram, əvvəldən baxıram. Burada bu kitabda əvvəli bücüsüdür. Bu 2, deyək hələ 1. Burada 2 qoyubdur, amma deyək
bura 1, bu 2, yəni cüt-cüt gedir. 4, bura 5-dir, 6-dır, 7-dir, 8-dir, 9-dur, 10, 11, 12, 12, baxın, 12 təkrar olubdur. 11, 12, 12, tamam, bu düzdür. 14 yoxdur, o 13 olacaq bəs. Bu 13 olacaq, 12 kimi yazıbdır, amma 13 olacaq. 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, bunu da yenə 2 kimi yazıbdır. 24, 25, 26, 27, 28, 29, 30 beləsi olur. Tamam, bunu mən iştibah görmüşəm. Bunun 30'u eyni 2 kimi yazır. 3'ü 2 kimi yazır. 33, 34, 35, 36, 37, 38, 39, 40, 41, 42, 43, 44, 45. Ehtimalən düz gəlib onda. Mən dedim bəlkə o şeydir. Yox, düzdür, düzdür. Mən dedim bəlkə yenə qeyd edib bir 20'yə, ona görə. Gəldik bir 30'da görək nə vardı? Əlləzi innəlləzi indi ilmul kitab ma kana və ma yakun. Yəni benim ol kimsənə ki, benim qatimdədir ol elmlərdən ki, cəmi kitablarda var idi. Dünyanın əvvəlində nətəkim oldu və bundan sonra axirinə dəkin nə kim olacaqdır. Benim sinəmdədir, məxzəndir və bu sözün səhhətə dəlil oldur ki, Abdullah ibn Abbas rəziyallahu anhu eydər şöyle eşittim İmam Əli'dən kərramallahu vəcəhu əsnai kəlamda buyurdu ki, Hakkı Subhane ve Teala faili muhtardır. Her şeyi ba'del qəsd vəl ixtiyar işlər və dilədi və ixtiyar qıldı ki, aləmi və cəvahiri qərəz və vücuda gələ əvvəla bir cöhər yaratdı oldur. Əvvəldürlər. O cöhərə nəzər etdi. Ana cuş qıldı. Ana və cuş qıldı. Yəni tamam, kitab tamamen bu cür bir şeydir. Şəxsi nəzəridir. Din adını yazır. Tozih edir imamın fərmayişlərin, amma mənə bilirsiniz ki, mən bunu inanmıram. Çünki deyirəm bunlar. Mən də Həzrət İmamın İmam Əli olsun, ya hər şeysə olur olsun, onun sözünü götürüb öz düşüncəmi, onun sözünü bəhanə eləyib deyə bilərəm onun sözünün adını. O bir şey deyil, yəni din deyil və şey də deyil. İmamın da nəzəri deyil əslində. Məth-i Şah-i Vilayət Əli Kərrəməllah vəcəhə, buradan da bir dənə şeir yazıbdır. Do cəhanun sirusun sərvərisən Şah Mürtəza Əli. Məhrəmi sitri Muhammed ilə maarifün Əli. Tamam, mən deyirdim bəlkə bir tarix tapa bilirəm bunun axirindən. Təəssüflə belə bir şey xassdır. İkinci oldur ki, bir kişinin düşməndən qorxusu olsa, bu kişinin ehtimali olacaqdır. Bir kişinin düşməndən qorxusu olsa, bu kələmatı hər gün 72 kərə oxumağa mülazimət qıla, ol düşmənləri Haqqı Teala məqhur qıla. Tamam, bu həman sözdür ki, şeydə buna görürsünüz, şiələr belə bir şeylər gətiriblər də. Məsələn, deyirlər ki, Səfəviyyənin sonunda o ikinci, neydi adı? O fəqət dua elədi və dua eləyə-eləyə də uduzdu getdi. Tamam, bu da ikinci kitab, şərhi bəyani, şərhi. Əlbəttə, bu da Türk ədəbiyyatında bir yazıdır. Yəni, bunu qəbul eləyək ki, Türk dilində bir ədəbiyyat yaradıblar. Biz bu nəzəri qəbul eləmərik, bir düşüncədir, bir baxışdır. Yəni, Türk insanı bunu hər halda yaşayıbdır. Topluma da bunu mütəəssifanə istəyək-istəməyək getirdiblər. Toplum da buna inanır. Biz bunu həsf eləyə bilmirik. Amma tanışmağımız yaxşıdır. Çünki hər bir şeyi ki tanıyaq, eləyə bilirik ondan ya faydalanaq, ya da onu öz istəklərimizə görə dəyişdirək, ya da bir cür ondan
müxalifət edək, amma tanımasaq müxalifət əsla eləyə bilmərik, ya əsla dəyişdirə bilmərik, ya əsla alternativ yarada bilmərik. Bunlar hər halda bu bir ədəbiyyat türk dünyasında yazılıbdır, bir düşüncədir, yayılıbdır. Bunu da görməyimiz lazımdır. İkinci kitabın adı oldu nə mənə? Ad Şərhi Xutbə-i Əl-Bəyan. 124 səhifə türkçe. Amma əvvəlində bir 4 səhifəsi, 3-4 səhifəsi ərəbcədir. Onu da biraz oxudum mən. Təqribən demək olar ki, bir çox. Gedək görək ki, bu günləri bir ayrı kitabda şansımıza çıxır. Əlbəttə baxaq görək ki, 1 saat 20 dəqiqədir. Bir anda ayrı kitab çıxsa yaxşı olar. Bu günləri 3-cü kitaba gedərik. Baxarıq görək ki, 3-cü kitab Əhl-i Beyt haqqında şeiridir. Tamam, bu da bir şey, biraz şeir oxuyaq, görək nədir. Bu kitabda 71 səhifə görsənir şeir dərməngəbətə Əhl-i Beyt salavatullah və selamu aleyhim türkçe. Deyə belə bir şey. Ədəbiyyat kitabxanası. Bu danışgahı İstanbul Üniversitəsində ədəbiyyat kitabxanasında olacaqdır. Bununla bu yazı ilə oradan tanış olmuşuq. Kitabın biraz boyun kiçildək ki, səhifəyə yerləşsin. Əvvəl bu kitabın bir şeyinə baxaq. Cildi açıbdır, cildi görmürük. Kitabın birinci səhifəsi cildi və cildinin qarşısındakı səhifəni görürük. O birisi səhifədə, yəni 3-cü səhifədə nəqqaşi çəkilibdir. O nəqqaşinin rəngi çox olduğu üçün çıxıbdır, bu səhifədə də görürük. Amma əgər beləsi vursam, görəcəksiniz ki, nəqqaşi bu üzdədir. Bu üzdə görünən o üzdəki rəngidir ki, bu üzə çıxıb. Burada görürük ki, bir kitabın qırağında bir şey yazılıbdır. Ehtimalən bu kitab kimindir, kim alıbdır, kim şey eləyibdir, onu göstərir. Amma aşağıda da elə bir tarix də vardır. Katib-ül Hərəm Şərifeyn. Bəli, Hərəm Şərifeynə veriblər bunu. O da oradadır. Burada da bir ədəd görürük. 252. Əcəba bu nə mənədir? Baxarıq görürük bu nədir? Kitab burada Haza qəsidətül müsəmma bi muizzətin nüfusi Əsləhəllah şah qailha. Əsləhəllah şə'nə qailha. Hər kəs bu şeiri deyib, Allah onu da deyir şey eləsin. Adın burada yazıblar ərəbcə, şeycə, amma bu şeir yenə də nəzərə gələn Azərbaycanlılar yazacaqdır deyim. Eyni o birisi kitaba kimi ki, nəzərimə gəlir, onu da Azərbaycanlılar yazıblar, yəni şiələr yazıblar. Bunu da nəzərimə gəlir ki, şiələr yazmış ola bilər. Amma nəqqaşisi bunun şey deyil. Dövrəsində də çarçivəsi var, salib bir çarçivəsi. Xətti çox gözəldir. Yəni o birisi kitabların tərsinə ki, oxumağı zor idi, özəlliklə əvvəlinci kitab. Bunun xətti çox gözəldir, oxumağı da rahatdır. Əlbəttə burada eləyə bilsək ki, bu kitabda kim yazıbdır, hansı kitabı? Nə'tin Nəbi sallallahu aleyhi ya Resulullah nəhifi şərmu xəclətlə budum nətic qıldı cəsarət halini. Hər halda burada kitabı görürük, çox gözəl çarçıviyə salıblar və cəlibdir ki, burada birinci dəfə görürəm şeirin əvvəli, misrəin əvvəli hangi hərfinlə başlanır, onu qırıqda yazıbdır burada. Məsələn, qəndi ki mə'kuri olə, ol şahı mülkün əstifa, qı əvvəlində yazıbdır. Gətirib bura, burada da onu görürük bunlarda. Amma bundan bizə yazmayıbdır. Yenə burada vəsətdə görürük ki, bunu yazıblar. İndi əcəba bu x, məsələn, hansısınındır? Çünki əvvəlində bunların heç birisinin x yoxdur, məsələn, amma burada qoyubdur. Zahirən elə bir şeyi در وصف امیر المؤمنین علی ابن ابی طالب رضی الله عنه کرم الله وجهه در وصف طلحه در وصف خواری الامه در وصف سعد ibn Əbi Vəqqas در وصف Sa'd. Bunlar da hərəsinin şeyində, burada da kitabı tərsə qoyublar. Burada yəni Əbi Vəqqası zadı yazdığı üçün zahirən bu kitab ya şiə yazmamış olar.
Əgər şiələr yazsalar, belə bir iş görməzlər. Yəni o əşəri mübəşşirə deyə dediklərimizi şiə o qədər qəbul eləmir və onlara hətta tohin və təhqir də edir. Amma burada əgər onu yazıbdır, yəni bu kitab o şey deyil, amma kitab çox gözəl yazılıbdır. Kiçik 4 misrədən ibarət, 2 beytdən ibarət çox burada şeirlər görürük ki, hərəsində bir yenə də əlbəttə 2 şeirdə də bu kitabı tərsə qoyublar səfəsin. Onu da o əlavə eləyim ki, bilək. Kitab 70-ci səhifədə qurtarır. Tədqiq edilmişdir 25 iyul 1930. Yəni bu da Atatürk dövründə kitabları şey edirdilər, aradan aparırdılar. Aynı dövrdə, eyni Rza Şah dövrü kimi. Yəni Rza Şah dəqiqən elə o şey ki, hər halda. Bu kitab o kitablardan ki, o zaman can qurtarıbdı bu şeydən. Cildi də burada görürük, bir sürməyi cildi varmış. Üstündə də ehtimalən baskı əsərində bir çizgilər düşmüş var və qırmızı, əlbəttə əslində qırmızı bir gön cildi varmış. Qeydaq kitabın əvvəlinə görək, bunu oxuya bilirik. Bu əvvəldə nöqtəsiz, dəndanəsiz bir yazılar var burada. Əcəba bunu oxuya bilirik, yox. Yox. Sultan Süleyman edib. Burada bunu oxuya bilirəm. Cəhani maadin ruhi napaçi rehlət. Cəhani maadin ruhi paçi rehlət etdikdə rəhmətullah əleyhi rəhmətən vasiə demiş Sultan Süleyman edib oğlu Səlim xanə səgin məğrur olub bu dövləti sar əldimə nə əmr dönə qatışmədir nə xud sam و sərmayə Səlim ədli dadıyla səndən su tarix bilirsən tami qalmədi cahan mülki limanə. Tamam. Bu zahirən ki, Sultan Süleyman Həzrətlərindən Allah rəhmət eləsin, oğlu Səlim xan. Burada bir şey o hadda yazılıb, amma kamil üçün nöqtəsi də yoxudur, oxuya bilmədim. Qalanını da oxumadım ki, nə deyir? İstəhsəbəhul Əbdül Həqir Əl-Muhtac ilə rəhmət Rəbbihli Qədir Əl-Hac Əhməd Səid Qəfərə ləhu. Bilmirəm nədir qalanı. Min Kitab-ı Səid Muhammed Əmin Nəmənəzadə Cəbbarzadədir, Cəbrizadədir. Katib-ül Hərəm-i Şərifeyn Müşərrəf. Qəsidəsindən başlayaq görək nə deyir. Hazihi kitabın özündən yəni başlayaq görək ki nə deyir. Hazihi qəsidətun müsəmmat bi muizətin nüfus əsləhəllahu şə'nə qailha. Kitabın adı nə mənədir? Qəsidə-i muizə. Ad qəsidə-i muizə. Bədəndən dəxi dur olmədən ey dili canın. Bədəndən dəxi dur olmədən ey dili canın. İştiğal ilə gör taətinə Mevlanın. Masivəllahə nəzər eyləmə əgər arifiysən. Masivəllahə nəzər eyləmə ya nəzər qılmə. Qılma düz gəlir nəzərimə. Masivəllahə nəzər qılma əgər arifiysən. Nə bəladır başına məşğələsi dövranın.
دامن آلودلیگه ایله هزاران توبه علمدن پنجه پرزور اجل دامانون آلمدن پنجه پرزور اجل دامانون سعی bunda ikən dərdinə dərman edəgöz. Səy bunda ikən dərdinə dərman edəvüz. Ahi kim olmaya bir gün başına dərmanın. Bunda qıl eylərsən ahi nidamət əsəri. Bunda qıl eylərsən nidamət əsəri, nəfi yoxdur sana məhşərdəki vaveylanın. Bir gün əvvəl edər amma amadə zadi rahın. Bir gün əvvəl edər amadə zadi rahın. Ey gönül mürgədəri yoxmi? Ey gönül mürgədər yoxmi? Sənin izanın. Mürgədər həmin murçə qarışqa. Ey gönül mürgədər yoxmi sənin izanın? Aqibət xak ilə yeksan olacaqsən bildin. Nə sənə qərrə sənaya bu fəna dünyanın. Nə sinə qərrə sənaya bu fəna dünyanın. Vəfa deyil. Bivəfa olduğuna şahid adil bəsdir. Bisutun olduğu bu çərxi bülənd eyvanın. Tabişi şuleyi xurşid qiyamətdən həb məhvulə zeynəti çərxi fələk minanın. Qalmaya bir gün ola səfhi gərdun üzərə. Qalmaya bir gün ola səfhi gərdun üzərə. Əsəri möhrü miniri ilə müddi غرانın. Qalmaya bir gün ola səfhi gərdun üzərə. Əsəri möhrü miniri ilə məhi غرانın. Aqibət mənzili xak olduğuna vaqif ikən nəyəddür qəfləti ta böylə zəif insanın. İrmədən küşkə avazı təbli rəhlət. İrmədən küşkə avazı təbli rəhlət. Çarə sən eylə yürü zadə rəhi uqbanın. Bir gün o əvvəl bula gör mənzili məqsudə vüsul. Bir gün əvvəl bula gör mənzili məqsudə vüsul. Aldanıb qalma səqin dünya zinətinə əşyanın. Aldanıb qalma səqin zinətinə əşyanın. Eyləmə xəsmini pərvərdə əlinlə zinhar. Eyləmə xəsmini pərvərdə əlinlə zinhar. Xahiş vermə səqin nəfsünü yədi peymanın. Çarə der dəf'i qəmi dəhrə deməkdən həzr et. Çarədir dəf'i qəmi dəhrə deməkdən həzər et. Qəmini sonra görərsən meyi qəmfərsanın. Kərəm olub şəms-i dirəxşan kimi qərralənmə. Kərəm olub deyək, kərəm mənisi vermir burada. Küm olacaq ehtimalən. Küm olub şəms-i dirəxşan gibi qərralənmə. Aqibət bifər olur kövkəbə-i unvanın. İftixar dedi ki bu şeiri cəlibdir. Əvvəldə oradakı oxuduq bu qıraqda. Belə nəzərə gəldi ki Sultan Süleyman oğlu Səlimxana bu şeiri yazıbdır. Belə zehnimə gəldi. Amma nəzərimə indi gəlir ki elə o cür olacaqdı. Yəni Sultan Səlimxanın şeiri olacaqdı. Sultan Süleymanın şeiri olacaqdı. Oğlu Səlimxana ki
Səqin məğrur olub bu dövləti sarəldilmə, nə mənə sarəldilmə, nə əmri filan, hər nə əmri varsa qatışma, belə bir şey cəlibdir bu. Nəzərimə gəlir ki, elə o olacaq. Yəni xəttinin gözəlliyi də əlbəttə o gözəllikdə ki, o birisilərdə yazılır. Əgər bu Sultan Süleymanın xətti olsa, ehtimalən sonralar nüsxəsidir yazılır. Yoxsa Sultan Süleymanın özünün dövrəsində yazdırsa, təbiətən çox gözəl yazdırardı. Yəni bundan çox gözəl xəttinə yazdırardı. İftixar eyləmə gəl cami pürzib ilə kim. İftixar eyləmə gəl cami pürzib ilə kim. Bir kəfəndür bədəli əlbisə-i zibanın. Xaçı xoşq olsa gərək çünki məkanın bir gün. Xaçı xoşq olsa gərək çünki məkanın bir gün. Fərş asayişə salma bədəni uryanın. Səqələt mali budu azar fənanın axər. Səqlət, saxlat həman. Ehtimalən bir də səqlət ilə 3 nöqtəli satına yazdığı üçün ağırlıq mənasındadır. Vəli amma burada elə bir şey səqlət malı bu bazar fənanın axər. Dəgməz ey xacə dəmi xiclətinə mizanın. Səqələt burada ağırlıq mənasında daha məncə yaxşı gəlir. Səqələt mali bu bazar fənanın axər. Ağırlığı bu malı, bazardakı mal ki, yəni insan bu dünyada hər nə ki var, bazar hesablayır bu dünyanı. Deyir burada da bu mal ki əldə var, bunun ağırlığı. Dəgməz ey xacə dəmi xəclətə. Dəmi xəclət yəni bir ləhzə. Dəmi xəclətinə mizanın, mizan günü, yəni o gün ki çəkiləcəkdir günahlar, savablar. Eylə əndişə-i qəm zilləti üzlün nagah, əzlün ehtimalən, əzl işdən ayrılmaq. Eylə əndişə-i qəm zilləti əzlün nagah, olmə dilbəstəsi gəlcahı qurur əfzanın. Zərrədən fərz edəlim əhgər imiş sən ya xud. Zərrədən fərz edəlim əhgər imiş sən ya xud. Kökəbi səndə imiş mehri cəhan aranın. Dəm axırda xəlas olmağa və adəmi çarə var mi çarə. Dəm axırda xəlas olmağa var mi çarə. Pəncəsindən əcəba mərc təhəssürzanın. Xaçörül mənzil asayişi yer gün əlbət. Bir gün əlbət. Xaçörül mənzil asayişi bir gün əlbət. Dar fanidə əgər bəndə əgər sultanın. تلخ در زهر مماتی لدماغ جانی، تلخ در زهر مماتی لدماغ جانی. budur ayini, bu mehmankədə-i qəbranın. Şübhə yox arızı-i mərc zəvil ərvahə, zul ərvah həman. Şübhə yox arızı-i mərc zul ərvahə, nüktəsən deməz ilə fəhmet yürü bu mənanın. Sana həb əlsine-i hal ilə göftar eylər. Arif ol, baxma xəmuş olduğuna mutanın, mevta ölülər. Mutanın, ibrət al yezdən amma mərdum qafil dilər. İbrət al yezdən, bizdən, ibrət al bizdən əya mərdum qafir dirilər. Əya mərdum qafir dirilər. Hər biri sanki tura bitrə olan sükkanın. Səndə anlar ki bir nabud olacaqsən ziyad. Sən də
Onlar gibi nabud olacaksan paden. Dün senci gibi idi rehlet eden agranın. Dünen sen gibi senin tayın. Sence okudum ben. Dün sen gibi idi rehlet eden agranın. Bazm fanide görüp xende şoq amizün. Olmadı cümlesinin arzu sema heyranın. Cüstü çabukülün edersen, cüstü çabukülen edersen havesi nefsün için. Cüstü çabukülen edersen havesi nefsin için. Süst olursan gelecek taatine mennanın. Nefs şeytanı ne için tabi olursan eyvah, aqil eyler mi nəzər hiləsinə ədanın. Əmr Mevlayı qoyub hökm həvayı tutasan, gönül insaf edelim, böyle midir irfanın? Mərd dana geçinirsən bu qədər qəflət ilə, əcəba fərqi səninlə nə ola nadanın? Eylədin ömrünü bihudə izaət səd heyf. Eylədin ömrünü bihudə izaət səd heyf. Nə yüz ilə varəsən dərgəhinə subhanın. Səbəb xilqəti ilə təsəvvürgahı, səy qıl taətinə xaliq bi həmtanın. Qan döküb yaş yerine ah-ı nidametle tamam. Qan döküb yaş yerine ah-ı nidametle tamam. Əffini eylə rica eylədi gün üsyanın. Fəzl-üğufranını etdikcə təfəkkür gahi. Qəzəb u qəhrini fikr eylə bir az yazdanın. Çok güzel şiir dece şahlara deyilmiş olsa özellikle Xamene'ye bunu yani inansalar güzel bir şeyler. Elbette insan inanmaz. Yani ben özümden deyirəm insan inanmır ki öləcəkdir. İnanmır ki mesela mümkündür ki nəfəsi də çıxmıyor elə gedə. Buna inanmır. Buna inansa çok bir şeyler görməz. Adil u müntəqəm əsmasına inkarın yok. Var ise Rəbb rəhim olduğuna imanın. Layık əfv əta olmağa səy et. Yoxsa şübhə yoxdur kərəm-ü rəhmətinə rəhmanın. Tabi gərmabiyə səbr edə min bir ləhzə. Tabi gərmabiyə səbr edəməyən bir ləhzə necə taqət gətirir söz şənə tiranın. Olmaya insiyyət dəhrə bu qədər dilbəstə. Olma ünsiyyət dəhrə bu qədər dilbəstə. Vəhşət qəbr ilə fikr et ölmək fərdanın. Sana yetməz mi nəsihət bu fəna dünyadan? 1000 rehlet nagahi geçen ihvanın. یک به یک رحلت ناجاهی geçen ihvanın. Zir xaçitrə qoyub biçəs u tənha gedələr. Səni can ilə son həm nəfəsün cananın. Hələ əndişə qıley məst şərabi qəflət. Qəbrə girdikdə n'olur hal dil ویرانın. نه İsa و نه مددکار، نه انیس و نه مددکار و نه شمع و نه فراش. وحشت و هولینی فکرت o demin ol anın. Var mı bir hüsn əməl kim ola həmrah sana? Olacaq rəhrüvi
olacaq rəhrü ol mənzili bi həm mehmanun. Ey Nəhifi, öz adı yazanın adı Nəhifidir. Ey Nəhifi, qəni bir bu bəzmicəhə qanidə. Ey Nəhifi, qəni bu bəzmicəhə qanidə fanidə. Ey Nəhifi, qəni bu bəzmicəhi fanidə. Bu necə dəm həmdəmi həm söhbət olan yaranın. Bir dua ilə gönül sidq ilə gəl Allah'a. Olə sən saqqan səma cümlə icabət xanun. Ola sanqah səma cümlə icabət xanun. Nəhifi kimdir görək ki? Bunu gedək buradan soruşaq görək ki, Osmanlı çağlarında Nəhifi ləqəbli şair kimdir ki, bir qəsidəsinin adı neydi? Bimauizətün nüfus. Qəsidə-i Mauizətün nüfusu yazmış ki, Qəsidə-i Mauizətün nüfusu yazmışdır. Görək buna görə Osmanlı çağında Nəhifi təxəllüs şair olaraq bilinən və Qəsidə-i Mauizətün nüfus yazmış olan şahs. Nəhifi Əhməd Əfəndi. Nəhifi Əhməd Əfəndi. Burada indi bilmirəm, bir əsrdə deyir. Əsr Osmanlı ədəbiyyatına mənsub dini, əxlaqi, mühtəvalı şeirləri ilə tanınan bir şairdir. Nəhifi təxəllüsünü ixtiyar etmiş, xasə nəfs tərbiyəsi, zühd, təqva və muizə məzmunlarında qəsidələr qələmə almışdır. Qəsidə-i Mauizətün nüfusi bu əsər Qəsidə-i nəzmində yazılmışdır. Məqsədi nəfsin ayıblərini bəyan, dünya məhəbbətinin fanilici, axirəti xatırlatmaq, lisani Osmanlı türkcəsi, ərəbi, farsi tərkibləri ilə mühtəvai baxımdan təsəvvüfi və əxlaqidir. Bu qəsidə tikələr və təkkələr və mədrəsə məhfillərində muizə niyyətlə oxunmuş, bəzi məcmuələrdə və məcmui əşar məcmuələr içərisində məhfuz qalmışdır. Dövrəsi Nəhifi Əhməd Əfəndinin fəaliyyət dövrü 1060 ta 1120 hicri arası. Yazar Nəhifi Əhməd Əfəndi. Nəhifi Əhməd Əfəndi 1060 ilə 1120 hicri qəməri arasında yaşamış bir adam. Əhəmiyyəti dini, əxlaqi qəsidə janrinə misal olması, təsəvvüf ədəbiyyatının təlimi, didaktik xəttini təmsil etməsi, əvam və xəvas üçün anlayışlar, muizəkar lisan qullanması. İstərsən qəsidədən yox, hanki Osmanlı
sultanı çağında yaşırmış ve hançı şehirde. Nəhifi, yəni Nəhifi Əhməd Əfəndinin yaşadığı dövr və məkan haqqında qıssa və dəqiq cavab. Nəhifi Əhməd Əfəndi usulən Məhəmməd xandan 1058 ta 1099 başlayıb Süleyman xan 1099 ilə 1002, Əhməd xan 1002-dən ta 1006-ya və ehtimalən Əhməd xanın əvail dövründə 1115-dən sonra yaşamışdır. Yəni Hicri əsri əvaxiri filandan mən bunları 7-dən ehtimalən, əlbəttə ya da 8-dən bilmirəm bu nə cür oxunar. Hicri əsri başlar. İstanbul Darüssəltənədə yaşadığı qəbul edilir. Səbəbləri əşarının İstanbul məcmuələrində cüngülərdə məhfuz olması, qəsidələrin tikə və mədrəsə məhfillərinə münasib lisan və məzmunda olması, təzkirələrdə adının İstanbul üləma şüəra mühiti içərisində zikr olunması. Xilasə, burada təqribən tarix 1060 ilə 1020 arasında İstanbulda. Tamam. Bunu buradan oxuduq, görək ki, bu sonki şeir kimləndə? Əcəba, əlbəttə burada daha adı görsənmir. Pəs bu görünən o Sultan Süleymanın şeiri Sultan Səlim üçün deyil. Yəni bu adı bəlli oldu, yazan kimdir? Hədəf haza qəsidətul mövsumə bi tərcüman şoq ənalallah qailuha bima yetəmənna fiha amin bi hürmeti şəfiina Muhammedil Əmin aleyhissalatu vesselam ilə yevmiddin və rəhmətullah və rəhməllahu limən qalə amin. Allah rəhmət eləsin, amin. Ol günü görsəm ki, çuy canan eyləsəm, روزه پاک حبیبی اللهی سیران ایلسم خاک پاکی تابیه حسرت نقلسم دویمال خاک پاکی تابیه تاب سراحوجاست deyirlər, odur, təmiz. خاک پاکی تابیه həsrətlə qılsam doymacam, yəni yolların həb rüfteyi carubi müjgan eylərəm. Rüftə süpürgə ilə süpürmək, amma bu istir kirpikləri ilə süpürsün, ona görə yolların həb rüfteyi carubi müjgan eylərəm. Görsəm o ruzi fərəhbəxşayı kim bin şoqlə duymal dürcü məhbub zişan eylərəm. Ruymal, əlbəttə duymal deyil. Ruymali dərcəhi məhbub zişan eylərəm. İştibah oxumuşdum. Görsəm o ruzi fərəhbəxşayı kim bin şoqlə ruymali dərcəhi məhbub zişan eyləsəm. Girgə sazi əşk xunalud olub həsrətlə dizəsən çuyini lə'li bədəxşan eyləsəm. Qəlbimə qılsa qulu keyfiyyəti əsrar eşq ریزشی خونابی بی حد و پایان ایلسم حالتی وصلی ادگلی ایلیه جانه هجوم حالتی وصلت او دنلی ایلیه جانه هجوم دست شوق ایله همان چاک گریبان ایلسم آسمانه olsa پیوسته صدایی از صلات نالمی حالت دهی بزمی سروشان ایلسم سایت سروشان ایلسم ایلیوب هینی زیارت cümle اصحاب سلام can mahzuni bu haletlerle
شادان ایلسم. دم به دم عرض تحیات و سلام اتیک بن نیکی بی جسم نزاری زار و نالان ایلسم. فیضیاب olsam صفایی وصلت جانان ile دیددن خونابه هجران ریزان ایلسم. جاه اشکی دیده چی خون جگر ریزان düb راهی hüccaca nisari dürrü mercan eylesem. Məkketullah'a əzimət göstərib bin şövq ilə rahi himmətdə dili şeydayı puyan eyləsəm. Cismi suzanə olub ehram bəndi ehtiram hər bəni muyi tənim احتمالاً هر موی تنم لبیک گویان eyləsəm. Ehtimalən bu hər bir yazacaqmış da hər bir muyi tənim ola bilər bir olsun o. Üstünə bir qırmızı xətt çəkiblər. Deyirəm ki, yəni bu qələtdir. Amma burada sizə də oxumaq olar. Hər bir muyi tənim ləbbeyk guyan eyləsəm. İndi burada bir gələr. Yəni hər bir tükümün hər biri ilə لبیک desem. سرجوشاده پا برهنه دیده پرخون سینه چاک ساکنانی عرشی با حالات حیران ایلسم. نعره الله اکبر tutsa آفاقی تمام سیت تکبیر ile uşşağı خروشان ایلسم. توبه سازی جرم olub bin cune istiğfar ile kendimi şayiste-i altaf subhan eylesem. Eyleyüb bab selame şoq ile vaz'e qadem qalbimi heyrət fəzai yad rizvan eylesem. سعی edib توفی معطاف توف مطاف آستانی rəfətə. Tof və mətaf hər ikisi bir sözdən də fırlanmaq, Məkkənin dövrəsinə fırlanmaq. Səy edib tofu mətaf astani rəfətə izzət و adab ilə icrای ərkan eyləsəm. İqtibasi ləm'e nuri səadət eyləyib dildə hər bir dağı bir şəm'i furuzan eyləsəm. Cövhəri məqsudi qılsam zivəri dürci husul جوهر مقصودی قلسام زیور درجی حصول اشک مرجان ریزمی محسود umman eyləsəm. Məhsud həsəd sözündən. Dəst əşvaqi sütüb آستانی پاکی کعبeye. دست əşvaqi sonub sunmaq, təqdim eləmək. Dəst əşvaqi sunub آستانی پاکی کعبeye یاد edib cürmü günahım ah افغان eyləsəm. Ateşi ahi diger suzunda millətlə tamam. Ateşi ahi diger suz nidamətlə tamam. İşgərət oxumuşdum. Ateşi ahi diger suz ندامت تمام دفتر عصیانمی سرجمله سوزان ایلسم. زمزم آشامی مرا ملدکده جانی تشنه لب نیت محضا شفایی درد هجران ایلسم. تا به چه زخم خراشی ماسوایی جانفشار درد پرسوزی دل تحصیل درمان ایلسم. ömre zevk-i cavidan versem sefa ve mervede. Ömre, burada hem ömr anlamında hem de orada haccide bir ömre diye bir şey vardı. Ömre zevk-i cavidan versem sefa ve mervede. Sidq ile ihlas ile sa'i faravan eylesem. Eylesem zevk-i cavidan versem sefa ve mervede. Eylesem muyi sevایی
Hab sari dildən təraş. Hacılar başların gedəndə Məkkəyə vurmalıdırlar. İndi də yol çıxadıblar. Vurmurlar, az vururlar. Eyləsəm muyi səvayı hab sari dildən təraş, dildən amma. Ölmədən canım təriqin haqqda qurban eyləsəm, ölmədən canım təriqi haqqda qurban eyləsəm. Eydi cahi vəsləti yad ilə ölsəm şadman, xələti amali zibi cismi uryan eyləsəm. Hər məqami cənnət asayı ziyarət qılsam çeşmi müstəğniyi seyri gülüstan eyləsəm. Çeşmi müstəğniyi sir gülüstan eyləsəm. Sir və seyr. İkisi də bir cür yazılır. Həm seyr mənasını, yəni dolandıram, həm də gözüm ora baxmaqdan doya. Amma məncə seyri gülüstan olacaqdır. Tabdar olsam o dünli gərmeyi şoq ilə kim? Bunu oxuya bilmədim, nə deməkdir? Tabdar olsam o dünli kərəmi şoq ilə kim? Sinədə hər dağı düşün mahi taban eyləsəm. Rahi vəhdətdən səgbar olsa, səngbar olsa, ölsə cism-i natəvan. Rahi vəhdətdə ehtimalən səbukbar gərək oxunsun, belə nəzərimə gəlir. Amma beləsi rahi vəhdətdə səngbar, çünki nüqtəsi yoxdur oranın. Səngidir, o səkbar yazıbdır. Rahi vəhdətdə səbukbar olsa cismi natəvan, canimi varəstəyi əsqal üsyan ilsəm. Səbukbar mənim nəzərimə düzdür. Naqə-i cani edib sərburdə-i rahi nəcat. Naqə dəvə. Naqə-i cani edib sərburdə-i bürrədə-i kəsilmiş. Rahi nəcat məhmil əfruzi mətai lütf-i rəhman eyləsəm. Ey nəhifi, gene nəhifinin sözdür. Çehri fərsayı dəri mola olub. Bin nidamətlə ricayı əfv-i qufran eyləsəm. Ondan sonra yenə də nəhifidir. O birisi şeirdə də adını görürəm. Yazıb ki, iltimas-ı şəfaət və rica istir. Deyir ki, ta sübhügəhi məhşərə tək car dil olsun. Bin şoq ilə bülbül kimi nalan şəfaət. Məhzun qoyma həman. Məhzun qoyma ruhum ilə nəhifi qəribə. Eylə dil qəmginini şadan şəfaət. Davamı var əlbəttə bunun. Şeirin ortasında bunu demişdi. Ona görə xətti qırmızıla da yazdığı üçün mən də onu oxudum. Nə'tin Nəbi, burada da Həzrəti Nəbi sallallahu aleyhi və aleyhi və səlləmə bir şeir yazıbdır. Yenə də adın, burada şairlər məmulən son misrədə və son beytidə yazarlar. Yəni ya son beytidə əslində, ya indi birinci misrəndə, ikinci misrəndə adlarını yazarlar. Amma bu nəhifi, rəhmətlik şeirin ortasında da yaza bilir. Yəni, məsələn, bu şeirdə ki, Həzrəti Muhammədə görə yazıbdır. Şeirin sonunda yazıbdır. Amma onun altındakı şeirdə ki, yəni ehtimalən Həzrəti Muhammədə olsun, 4 beyt qalır ki, şeir qutarsın, adını yazıbdır. Deyir ki, zat-ı zişanın diyə ancaq üdümmu və ümməti İlyüb həqdən şəfaət payı əla ilə. Budur ümidim nəhifi-i zəifi ol zaman, rəhm edib yad edəsən o ləfz-i ziba ilə. Tamam, beləsi devam edir. Sonra bir ayrı şiir başlır. Ey səfarai cüruhi mürsəlin və ənbiya, vey sipəhsalar aləm pişfay əsfiya, ey vücud bi nəzürün oldu ta روز ازل illəti şökət nümayi xilqəti ərz و سما. Sənsən ol kim zivəri mihrab iclal eyliyyib,
Kıldı Mola zati pakün xası amə müqtəda. Devam edir beləsi neçə şeirdən sonra. Gene nəhifidir bu da. Pəs bu da divan nəhifi desək daha yaxçıdır. Ta deyək ki, şeir در mənqəbət əhl-i beyt. Belə bir şey deyil əslində bu. Bu şeirin də sonunda gene nəhifi deyir. Padişah iki beytin oxuyayım. Deyir ki, bir şəfiim var ikən sultan zişanım ki bu umid olmayam bu damida bir umid olmayam محروم الطاف خدا پادشاها هر ندنلی مجرمی بدکاری سه bu nəhifi qəribün eylə mövladən rica. Bunu oxuduq. Gedək o birisi şeirində. Burada Jaşimə yazır. Hirqi-i Cəliliyi Burhan-ı İtqiya. Pəs bunun adını yazaq. Qəsidə-i Mövizə yox. Yazaq ki, məsələn, bunun qabağında əsli adı bu olsun. Divan-ı Nəhifi. Əslində bunun adı Divan-ı Nəhifi. Hirqi-i Cəlili Burhan-ı İtqiya xələt جمیله سلطان انبیایه علیه اکمل تسلیم و اجمل تحایا اشتیاق و حسرت و ابتهال و زراعت birlə فرموده روی زیارت olduqda نوشته صحیفه ظهور olan ابیات şərifədir. Burada da bir şeirləri Nəhifi cəndə deyibdi. Məth Veysil Qərəni. Veysil Qərəni haqqında da bir şeir burada yazıbdı. Gene de nəhifidir, tamamen nəhifidir. Der nət Şəhin Sultan Mürselin ve Xatəm Nəbiyyin aleyhissalatu vesselam ila yevmiddin muşeh bi duay padişah İslam nusrehullah ila yevmil qiyam. Gene de burada nəhifinindir bu şeir. Qəndə əzm eylərsə mənsur olə ana Sultan Mustafa diyelim amin ola oğni ilahi rahma. Münacat burada deyir. Mətin Nəbi gene de hər ikisində də Nəhifiyə aiddir bu şeirlər. Fi bəyan salat salam Nəhifi. Gene Nəhifidən burada şeir şimdi سودازدی کیمیا bir şəxs هواباد پیما بو خاک ناچیزی نائل جوهر اکسیر و فن کیمیای گاه دیدهی کامل تدبیر ملاحظه‌سیyle misal سیماب بیقرار استراب olup ricای تعلم ile izhar گدازش ettikdə bu آبریزی خالص العیار پونه حقیقتdə علا طریق النصح و الارشاد افراغ کالبد انشا و انشاد olunmuştur در نعت کیمیای تأثیرگانی نبوت علیه اکمل تسلیم و اجمل تهیه. Gene Nəhifidən de bu şeirlər biraz xətt değişilir. Xəttin hətta rəngi də değişilir. Biraz qərəliği azalır amma və biraz da o qabaqçılara görə biraz qarışıq yazılır amma oxunmalıdır. Yəni bir cür dəyişiklik oxunmur. Burada dahi yetişirik şeirlərə ki o dedim əşri-i mübəşşirədən hətta çoxdur. Yəni onlar tək onlar deyil, onlardan çoxdur. Bu Nəhifiyi edə xeyli duaya şayan. Nəhifi burada şeirlərini görürük. Gene də tamamdır. Güfte-i Cami Təxmis Nəhifi. Cami bir şeir deyibdi. Bu da ona bir şey. Əlbəttə burada Dust diye bir şeiri var. Ona bir baxaq. Görək bu nə cürdür.
bülbülü nalan olub, ehtimalən budur. Bülbülü nalan olub, çağırıram dostu dost. Ol gələ heyran olub, onunla heyran olub, çağırıram dost dost. Dost dost. Dərdi dilimdən əgər istəyərsən bir xəbər, eşq ilə şam و səhər çağırıram dost dost. Oldu məhəbbət füzun, eşq ilə doldu dərun, qalmadı səbr و şükun, çağırıram dost dost. Zikr xuda با کی بس bana, zikr xuda bana bəs غیریه etmem həvəs. Zikr xuda bana bəs غیریه etmem həvəs. Sidq ilə ben hər nəfəs çağırıram dost dost. Tuttum o yara yüzüm, kimsəyə baxmaz gözüm, zikridir ancaq sözün, çağırıram dost dost. Dərd و qəmə yar olub, eşq ilə bimar olub, talib didar olub, çağırıram dost dost. Olmasa dilbər əyan, eynimə gəlməz cahan, canı gülündən həman çağırıram dost dost. Hər nə desəm surəta, mənidə qəsdüm xuda, verd edinib daima, çağırıram dost dost. Aşiq şوریده نام، aşiq şوریده کام، sevdigin istər mudam, dost deyib sübh şam çağırıram dost dost. Ahü fəqan eyləyib, zari əyan eyləyib, dərdi zəban eyləyib, çağırıram dost dost. Zikr səfa dərd ilə yendəyəm ixlas ilə, zikr səfa dərd ilə bəndəyəm ixlas ilə, qırım içində belə, qəbrin içində belə, çağırıram dost dost. Sərdə həva, gözdə nəm, gahi səfa, gahi ғəm, dərd ilə mən dəmbədəm çağırıram dost dost. Bunda da gül məskənim, yar əlidir gülşənim, yar elidir gülşənim, qeyri sözüm yox mənim, çağırıram dost dost. Şəminə pərvanəyəm, eşq ilə həmxanəyəm, bülbül fərzanəyəm, çağırıram dost dost. Zahirimə baxma gəl, etmə benimlə cədəl, batinim oldu məhəl, çağırıram dost dost. Sinə döküb ah ilə, ağlım ivah ilə, nalə cankah ilə, çağırıram dost dost. Cəzəbə şوق visal, buldu nəhifi kəmal, Yunus Misri misal, çağırıram dost dost. Çox gözəl şeirdir. Həsrəti, bir dana deyir ki, təxmis nəhifi camidən götürübdür. Göftəyi cami, təxmisi nəhifi. Həsrəti dərgah fəxr aləm ilə dəm be dəm. Həsrəti dərgah fəxr aləm ilə dəm be dəm. Dildə dağı iştiyaq, didə giryanindəyəm. تا به کی بیهوده گشتی دشتی مهنت eyləyəm. Ta be ki بیهوده گشتی دشتی مهنت eyləyəm. Buranı ehtimalən bu qismət ki var oxuyuram. Bu qisməti ehtimalən cami yazıbdır. Ki بود یارب ki عزمی یسربی بدها کنم. که به مکه منزلی ویرر مکینه جا کنم. که به مکه منزل و گه به مکه منزل و گه در مدینه جا کنم. احتمالا bu şeiri oradan alıbdır. Həsrətəm o ruz firuzə, o vaxti hərrəmə, kim edəm təkbir و لبیک ilə onda dəmdəmə. Giryeyi həsrət gəlib şوق ilə çeşmi purnəmə, bir kənari bər kənari نه من oxuyaq bunu. بر کنار زو از دلی برکشم یک زمزمه.
بر کنار زمزمی از دل زمزم احتمالاً بر کنار bilmirəm nə oxunacaq bu. از دل برکشم یک زمزمه و از دو چشم خونفشان آن چشمه را دریا کنم. احتمالاً bu beyti ki oxudum sonda bu gene Caminindir. Cilvecah oldu dili şeydaya bunca çuh و دشت روز و شب ettim خیالی gülşəni çuyinlə گشت خون həsrətlə pur oldu didələr manənd təşt. Burada indi gene də getdi camiyə. صد هزاران وی در این sevda مرا امروز کشت یا کشت نیست صبرم بعد از این که امروز و فردا امروز را فردا کنم. Tamam, beləsi devam edir. Bu şeirdir, onu dedi, o şeirdir. Der gufti dervişi təxmis nəhifi. Şimdi de burada bir dervişi adında bir şeyden təxmis eləyibdi. Bundan da beləsi deyir. Ey yegane şəh küneyn o nəbiy qurəşi, sən ol kim yox onun iki cəhanda bir əşi. Qab qovseyn ilə məşhur cahan iki qəşi qaşı. Qab qovseyn ilə məşhur cahan iki qəşi çün doğub tutdu cahan yüzünü hüsnün günəşi. Kim ola sevməyə bu vəch ilə sən mah vəşi. Bu qırmızı iki dana belki axırda oxuduq, qırmızıda yazıbdır. Bu da o dərvişi dediği adamdandır. Roşəni dediği adamdan bunu şey eləyibdir. Nə əcəb zat-ı səfa ilə olursən əhsən, etdi haqqı xəlqi əzim ilə səni müstəhsən. Sənsən ey fəxr cahan xəlqi həsən, xəlqi həsən, xulqi həsən. Buradan büzəsini o birisi şair deyibdir. Tün vürəm mu tüm Türk ehtimalen Türk o Rum o Acem o Hindi bilir ne purunsen Haşimi sen Medeni sen Arabi sen Gureşi. Tamam, devamı vardı. Burada da yine camiden bir şiir götürüp təxmis eləyibdi. Gözümün həsrəti ilə nolə rəvan olə başi yaşı. Gözümün həsrəti ilə nolə rəvan olsa yaşı. Aşıqım ol şəhi kim yox iki aləmdə əşi. Ditdürür zatidir hüsnü cəmal ilə səadət günəşi. Li habibun ərəbiyyun mədəniyyun qurəşi ki budur doğmuşu maye şadi و xoşi. Burası şeyden götürübdür. Camiden götürüb, ama camini mən türkçü şeirini görməmişdim. Burada li habibi ərəbiyyun mədəniyyun qurəşi ki budur doğmuş maye şadi و xoşi. Bu görürük ki bunun türkçü şeirini götürübdür və ona bir təxmis yazıbdır. Məzhəri vəhy təxmis də deyəndə beləsi olur. 5 dana misrə. İndi görürəm ki 5 dana misrə təxmis 5 danalı deyirlər. 5 danalı. 3'ü özündəndir, ikisi şairdən, o birisi şairdən götürübdür. Məsələn burada deyir ki məzhəri vəhy xuda zat-ı cəmil şeyyəmi nüxbə-i sərr bəlağət suxəni mühtərəmi Gənc künc əsrar ilahi dil ecaz dəmi. Buradan bu yüzəsi o 4-dən 5-ciyə gedir. Fəhmi razəş nəkunəm u ərəbi mən əcəmi. Laf-ı mehrəş çə zənəm u qurəşi yo mən həbəşi. Buradan da geçirik yenə, görürük ki Hənəfi burada elə nəhifi yenə də deyir ki ey nəhifi necə bir zayi edib əyyami. Ey nəhifi necə bir zayi edib əyyami. Eylədün sərf həva maye sübhü şami. Çün fəna olsa gərək fələkün əncami.
Buradan o yüzden o adam dışı bu şiiri deyibdi, təxmisli. رودران روزه و از خاک و وشی شیرجان نمینه oxumur. روز شب و چند گرفتار تن خیشتنی. Belə bir şey. در نعت şerifi Habibi Xuda. Şerifi Habibi Xuda aleyhisselam. Burada da Hazreti Muhammed'in sallallahu aleyhi ve aleyhi ve selleme şiir deyicində ortada adın yazıb. Ey nəhifini ortada yazıbdı. Tabibul a'raq ve menhfudun nasabi vel asr. Eşreful ensai vel ma'ruf ve ma'ruful hasabi ali tebar. Na'at pakün eylüb verdi zabani her زجان ای نحیفی نظmin et piraya şehr و diyar. Bundan sonra da bir 6-7 dana beyt yazıbdır. Yəni istəyirəm deyim ki, adın ortada yazılır. Ən son beytidə ya misrədə yazmır. Bundan mütəvəccüh olduq ki, bu kitab oradakı əvvəldə yazıblar. Sultan Süleyman Xan Həzrətləri Allah rəhmət eləsin, oğlu Səlim Xana vəsiyyət eləyibdi, deyibdi filan. Bu ola bilər. Bəlkə də onun sözün ilham alıbdı, şeir yazıb. Amma şeir hər halda Nəhifi, bu kitab Nəhifinin şeiridir və başqasının şeiri burada görünmür. Adı da hər yerdə qırmızı yazılıbdır ki, bəlli olsun Nəhifi Həzrətlərinindir. Mən də elə bir cürsə vərəq vururam ki, gedim mesela bir 50-ci səhifədən bir dana oxuyayım. Burada da tamamen rubai deyirlər buna da. Rubai yəni 4 danalı, 4 misrə. Rubailərin əvvəlinə də geçsəm, çox qabaqdan bu bir yerdən rubai başlayıbdır. Mən gedim elə 50-ci səhifədən 1-2 danasını oxuyayım. Allah bəni qəmdən edib azadə, lütfü kerem ilə bu dili naşadə, əsbab rəhini sə husuli amal, əsbabi dəxi sənsən edən amadə, əsbabi dəxi sənsən edən amadə. Bu biri, gedək bir ayrı səfəsindən də bir ayrısını oxuyaq. Bu qədər elmi səhvu, bu qədər əməlim səhvu zulalidən qeyri, taat و ibadətdə kəsildən qeyri, ben aczimi iqrara nə hacət ya Rəb, ben aczimi iqrara nə hacət ya Rəb, quldə nə olə əczu əladən qeyri. O birisi səhifəyə baxanda əlayi mətləbi tələb qurbi xuda, əlayi mətləb tələbi qurbi xuda, bin can و سر القرب معلای فدا. Bilməm necə təbir edəyəm məqsudum, yox əcz ilə bəndə ana şayistə əda. Məqsud و muradum ilə ihsan ya Rəb, məqsud و muradum eylə ihsan ya Rəb. Eyle bana müşkülatım asan ya Rab. Mühtac ata ve rahmetündür cümle, sultanu ceda ve cinn insan ya Rab. Ben zerreyi mührü fezlünle şayan et, lütfunla mezari dilim reyyan et. Cürmüm ne kadar bi hadd payani ise de, ben mezine sen rahmet pipayان et. Mühtac senin fazline cinn و آدم, مقهور iradetün cemi alem, سر جمله جهان خوف رجا ده حیران, لطف سخطün de dür sururu matem. Her səfədən bir dana beyt yəni bir rubai oxuyuram. Bu qədər sana layiq həsənat و əməlim, səndən kərəm و əfv ətadır əməlim. O əvvəlki əməl iş, bu əməl arzı.
bir bende acizem medet etmez isen. Bir bende acizem medet etmez isen. Qadiri degülem nesneye qasirdir. Alim. Ya Rab beşeriyetle ben ettikçe hata. Sen rızgımı fazlen ile ettin ata. Fazlun ile. Sen rızgımı fazlun ile ettin ata. Senden benim ey Rab gafur gaffar. Hep gördüğüm ihsan-ı kerem fazl-u ata. Olsam ne kadar sahv و günahla pureyb, غفرانın ümid eylerem ey alem geyb. Kim vaad acıb davetü da bana, burhan icabet oldu bi şübhe و reyb. Kim vaad açıb deməkdir. Yəni kim vaad ucib. Əlbəttə burada əgər oxuyaq belə, istəyəm doğrusunu oxuyam, belə olacaqdır. Kim vaad acib da've da bana. Bu acib da've da şeydir, Kur'an'dan alıptı. Ad'uni astecib lekum bir var. Ad'uni vaade sözü. Astecib lekum oradan alıptı. Davet dain bu da bir ayeten alıptı. Bunları çelme koyup bilmek şeir elipti. Kim vaadi acibu davete dai deyip ki dua eleyenin duasın icabet ederem deyipti. Kim vaade acibu davete dai bana, burhan icabet oldu bi şübhe ve reyb. Ya Rabbena feyzi neşvi tahkik et. Altafun ile kusurum tasdik et. Mes'ul dünyadan bu ki her çar medet مسئول دنیا dünyanım. Mes'ul dünyanım bu ki her çarımda fazlinle bana hidayet tevfik et. Çedaq birden ayrısın. Hüzn ile cihan oldu saray matem. Heyrette qalır şiveyi asri Adem. İslahın ümid eyler iken dünyanın getdikçe ziyad oldu fesad-i aləm. Elə bir şey, dəqiqən bu günün sözüydü. Mevcud qılıb əcayib afaqi, sənsən bu qədər əvalimin xəllaqi. Əşya yenə cümlə hali küfanidir. Subhanikə entəl xəllaqul baqi. Getdim kitabın sonundan görək ki bir şey yazıbdı. Buradan da bir əgər olsa bir beyti fulani oxuyaq. Bunlar dana beyt edirlər. Yəni iki misrədən ibarətdirlər, ayrı-ayrı. Gedək buna. Oldu hadi əhl-i təqvaya o sultan vəcih, müshəfi təbliğini təsdiq qıl la ribə fih. Bu bir qurtuldu. Ey vücudun bəzm-i lolakə münəvvər şəm'əsi. Ey vücudun bəzmi lolakə lolakənin münəvvər şəm'əsi. Aftab-i zatünün şəms-u qəmərdür ləm'əsi. Aftab-i zatünün şəms-u qəmərdür ləm'əsi. Ey padişahi keşveri lolak noldi. Ne oleydi şayet mesela noldi. Ol yer ki bəsərdən gözümla nur oleydi. Nuri oleydi. O yer ki bəsərdün gözümün nuri oleydi. Döner bir etmek döner buz etmek her ləhzə ol pay dilarایی. Əcəb mi sərnücundurdisə
desələr cənnətdə tubayı təmmət be eynillahil məlikil cənnani vəl mənnan. Dedik, burada təəssüflə bu kitabın bir tarixi yoxdur. Çıxadaq sadəcə Nəhifi adını axtaranda gördük ki, bu kitab Nəhifinin həyatında yazılmış olsa, 1060 ilə 1120 ilin arasında yazılmış olsa, deyək ki, məsələn 110-da, 1100-də yazılsa, beləsi deyək. 1100, bundan çıxsaq bu ili, burada şeydir, nə oldu? 1100, bundan çıxsaq 1447-ni, bu nəcür oldu? Bunlar niyə getmir? Dağılmır. 1100, bundan çıxsaq 1447-ni, ki bugünkü ildir, 347 il öncə bu kitab yazılmış ola bilər. Yazılmışdır. Divan-ı Nəhifi. Tamam. Bu günləri əslində 3 kitaba baxdıq. Birinci kitaba çox su geçmişdi, amma oradan-buradan biraz oxuduq. Çətin oxunurdu, amma oxunurdu. Yəni şeylidir. Amma Bustani Sədi kimi o formatda yazılmışdı. Fars şeirlərindən də istifadə eləmişdi. Bu kitab çünki əvvəli də Əhməd Paşaya, Sədrəzəm Köprülü Əhməd Paşaya ithaf xitab yazılmışdı və o zahirən pulun verib yazıla. Həm şeirin, həm mətni ki yazılmışdı. İkinci kitab Şərhi Xutbətül Bəyan deyə ad var idi. Çünki Midatla yazılıbdı. Amma nədənsə onun yazanın adını bilmədiyimiz üçün də axtarmadıq. Görək ki şeydir. Amma bəlkə üçüncü kitab ki bugün oxuduq, Divan-ı Nəhifi ki burada iştibah yazıblar. Yazıblar şeir dərməngəbətə Əhl-i Beyt. Belə bir şey yoxdur. Əslində bu ilahinamə demək olar ta şey. Əlbəttə burada bir dənə tarix görürük. 1200 yazılıb. Burada bu 1200 məsələn yazıb ki Sal-i Cədidi Həbai Əsədullahil Qalib 1200. Burada məsələn Caə Əsədullahil Qalib 1200. Burada vurubdur. Məsələn bu 1200-də satılıb, alınıbdır. Kəza tarixi Sal-i Zəhirüddin 1200 yenə. Zəhirüddin də beləsi vurubdur. Min kütübü seyyidi. Nəmənə ki bunu da oxuduq. O Məkkə-i Müşərrəmədə yaşayan adam. Bu kitab bugünkü, amma bu kitaba bir Şərhi Xutbətül Bəyanı da bir soruşaq bu şeydən görək ki, əcəba Şərhi Xutbətül Bəyan adlı Türkçə yazılmış kitab haqda hançı bilgiləri toplaya bilirsin? Görək ki bunu tapa bilir ya yox. Əlbəttə bunu şərti düzün yazdı, amma mən bunu bir yenə bu xutbəni düzəldim burada. Şərhi Xutbətül Bəyan adlı Türkçə Osmanlı yazılmış əsər haqda toplana bilən əsaslı və dəqiq bilgiləri aşağıda məlum möhtəməl olan hədlər içərisində mürəttəbli şəkildə verirəm. Xutbətül Bəyan edir müxtəsər zəminə. Xutbətül Bəyan Həzrəti Əli ibn Əbi Talibə nisbət edilən batini, rəmzi və qismənğuluvvi təbirləri olan bir xutbədir. Əhl-i sünnət mühafillərində sənədi murdi bəhs olmuş. Lakin təsəvvüf, irfan və bəzi şii batini məhafillərdə çox şərh-ü təfsir edilmişdir. Şərh-ü Bəyan
şərhi xutbə-i bəyan türkcə. Zəban və növ lisan Osmanlı türkcəsi. Növ şərh, təfsir. Ləfzi şərhidən çox batini irfani təfsir. Uslub ayə, hədis, işari təfsir. Hərf və ədəd, hurufat əbcəd. Vilayət, həqiqəti Muhammediyyə, insan-ı kamil. Müəllif məsələsi. Bu əsərin qəti məlum olan bir müəllifi yoxdur. Təzkirələrdə sərih nam ilə səbt olunmamışdır. Bəzi məxtutədə, fihristlərində şərhi xutbə-i əl-bəyan türki, şərhi xutbətül bəyan bilüğəti türk şəkillərdə məchulul müəllif olaraq qaid olunur. Bu Osmanlı dövründə irfani risalələr üçün çox adi bir haldır. Doğru deyir. Mən də beləsi görmüşəm. Osmanlı dövründə irfan haqqında yazan kitabların normalda yazanı bəlli olmur. Tarix təxmini yazılmış dövr 950 ilə 1100 arasında yazılmış deyir. Cəlibdir. Bu mənə gəlir. Yəni onlar məsələn 400 illik əlbəttə olar, amma bu məndə olan nüsxə daha taza gəlir məncə. Bunu şərh-ül bəyan burada bir şey yazım. Buna yazım ki 950 ilə 1100 illər arası yazılmış olur. Amma bu nüsxə midadla yazılıb. Bu qədər görər ki, bu biraz mənim bunda şəkkim var. Yəni bu ki, bu 400 il bundan qabaq ən azı ya 450 il bundan, yox 500 ilə gedir. 950 tutsaq, indi 1447-dir. Tüzüdən 500 ilə gedir. Amma 1100 tutanda 300-ə tutur. Bu 1300 olanda, yəni 1100-ü tutsaq 347 il olur. Mənim dediyimə yaxın. Yəni onu qəbul eləyə bilirəm. Dəlil, lisan və istilahlar. İbn Ərəbi məktəbinin istilahlarının kullanılması. Hurufat və vilayət nəzəriyyəsinin piş planda olması. Yəni piş planda olması, yəni onun yazısında istər-istəməz görürük ki, hurufiyyənin nəzərləri və vilayət nəzəriyyəsi orada oldu. Mühtəva. Şərhidə xüsusən bu mövzular önə çıxır. Onun şərhində Həzrəti Əlinin vilayət mütləqəsi İnna nöqtətun təhtəl-bai. Ənə nöqtətun təhtəl-bai. B nöqtəsinin altında mən bir nöqtəyəm. Növ-i batini təbirlər. İstir deyək ki, belə təbirlər batindir da. Mən məsələn bir nöqtə, B nöqtəsinin altında Bismillah nöqtəsi var. Bismillahirrahman. O B Bismillahın altındakı nöqtə deyir mənəm məsələn. Ona görə. İsmi hərf. İsm, hərf, ədəd, rabitəsi. Beləsi bir şeylər. Qiyamət, zuhur, əl-ilmi lədunni. Zahir, batin, təfriqi. Bu səbəblə bəzi üləma tərəfindən ehtiyat ilə qarşılanmış. Təsəvvür məhafillərində isə təlimi mətni olaraq oxunmuşdur. Məxtut vəziyyəti. Bu türkcə şərh çap halinə gətirilməmişdir. Sirfən məxtutə halində bilinir. Adətən məcmui risalələr, irfani cüngülər içərisində mövcuddur. Osmanlı fikri mühitində yeri bu əsərin. İbn Ərəbiçi vəhdəti vücud xətti davam edib. Yəni deyir bu İbn Ərəbiçidir, vəhdəti vücud xətti. Hurufi batini təmayülətə yaxın. Qızılbaş, Bəkitaşi mühitlərə təmaslı. Lakin sirfən adlar anlarla da məhdud deyil. Xülasə cədvəl əsərində, əsərin adı Şərh-i Xutbətül Bəyan, zəban, dil, yəni Osmanlı türkcəsi, müəllif məchuldur, tarix 950 ilə 1100 arasında, növ irfani batini şərh, vəz məxtut. Deyir ki, tamam, bunları da ki, istəmirik. Tamam, gördük. Hər halda
Allaha şükür olsun, bu günləri 3 kitabla tanış olduq. Üçünü də oxuya bildik əslində və üçündən də ləzzət apardıq. Türk dünyasında Türklər yaratdığı uyğarlıqlarda bu üç qonunu da gördük ki, yaradıblar və bunların da haqqında Türkçə kitab yazıblar. İftixar eləməliyik. Allaha yenə 1000 mərtəbə şükür olsun ki, bu gün ömrü verdi, bunlarla tanış olduq. İnşallah ömrü verirsə bir ayrı gün, bir ayrı kitablarla tanış olmaq